Başlayaq. Deyir ki, Allah'ım. Başlayaq inşallah. Salam İlqar bəy. Hər vaxt Xoş xeyir. gördük sizi. Qonağımız İlqar Qocadır. Belə deyək, qonaqpərvərlik, necə oldu? Qonaqpərvərliyi üzrə mütəxəssis. Bəli, qonaqpərvərlik üzrə mütəxəssis və təlimçi. Doğrudur. Təlimlərdən bir başlayaq. Mənim üçün bir yerlərdə dediyim kimi təlim çox maraqlı gəldi açığı. Bəli. Nəyə görə? Çünki təlim biraz daha belə sizin dediyiniz təlimlər mən elə gəlir ki, bir çox sahəyə aid oluna bilər də. Yəni müştəri ilə işləyən, yəni siz qonaq deyirsiniz. Bəli, biz qonaq deyirik. Yəni biz öz sahələrimizə müvafiq olaraq müştəri deyirik. Yəni təlimlərinizdə daha çox nəyə üstünlük verilir? Yəni nəyə fokus olursunuz? Ümumiyyətlə təlimin mövzularından danışaq. Təlimlər bizdə əslində bir çox sahə deyəndə ki, yox, bu sırf restorançılıq üzrədir, necə deyirlər. Və iki yerə ayrılır. Bir personal üçün olan təlimlər var. Personal üçün dediyimiz burada masadarlar, masadar köməkçiləri, baristalar ola bilər, hosteslər ola bilər və s. və ilaxır. İkincisi isə bizdə idarəetmənin əsasları üzrə olan bir təlimdir. Burada isə tamamilə artıq biraz top menecmentdən söhbət gedir. Onlara deməli biz keçirik personal psixologiyası, personalın necə idarə olunmalıdır, ümumiyyətlə hansı vəziyyətlərdə hansı addımlar atılmalıdır. Personal təlimlərində isə burada söhbət nədən gedir? Burada misal üçün biz birinci olaraq ümumi iş qaydalarından danışırıq, disiplin qaydalarından danışırıq. Bunun xaricində sonrasında başlayırıq. Deməli, qarşılama standartlarıdır, servis standartlarıdır, satış metodlarıdır, qonaq tipləridir, hansı yəni qonaq tiplərimiz var və hansı qonaq tiplərinə görə bu satış metodları hansı şəkildə dəyişə bilir. Bunun ən sonda isə biz bunları yekunlaşdırırıq əlbəttə ki, gəlirik kriz kontroluna. Ümumiyyətlə nə üçün kriz çıxır, yəni kriz baş verir, qonaqlar nə üçün şikayət edirlər. Bu haradan yaranır və s. və ilaxır. Elə bizdə bununla bağlı həmişə yaxşı bir söhbət var. Deməli, bir qonaq əgər bir restorana gedirsə, bu bəlli bir gözləntisi var. Ümumiyyətlə, restoran sferasına necədir? Bizə bir qonaq gəlibsə, bu artıq qazanılmış qonaqdır. Bu necə bir şeydir? Deyək ki, sizdə gül dükanıdır, düzdürmü? Bir adam beynində tutub ki, mən gül alacam. 3 dənə yan-yana bir gül var, gül dükanı var. Gedir, misal üçün seçir, hamı da demək olar ki, aşağı-yuxarı eyni məhsullardır və s. Amma restoranlarda biraz elə deyil. Restoranlarda qonaqlar daha öncədən restoranı seçib gedirlər. Bəli. Və ağıllarını tuturlar ki, biz ora gedəcəyik, yemək yeyəcəyik, düzdürmü? Yəni ki, bizə gələn qonaqlar əslində qazanılmış qonaqlardır. Bir tərəfdən bu bizim işimizi çox rahatlaşdırır. Axıra qədər şans verir elə bil ki. Axıra qədər şans verir. Amma bizdəki məsələ də belədir ki, restorana gələn qonaqların 60%-i misal üçün nə yeyəcəyini bilmir. Amma 100%-i nəyi yeməyi sevdiyini bilir. Məsələ burasındadır. Onu tapmaq lazımdır. Bəli, onu tapmaq lazımdır. Onu biz başa düşürük və avtomatik olaraq satış bunun üzərindən gedir. Qonaq da var ki, misal üçün gəlir konkret olaraq deyir ki, mən bura piti yeməyə gəlmişəm. Artıq bu qonağın misal üçün fikrini dəyişdirmək düzgün deyil də. Yəni dəyişdirə bilmərik ümumiyyətlə. Çünki fokuslanıb bunu yeyəcək. Bizə burada maraqlıdır ki, biz pitinin yanında qonağa nələr təqdim edə bilərik. Misal üçün bu məsələlər var və bütün bunların ümumiyyətlə hamısının təlimindən söhbət gedir. Ya da söhbəti gətirdim, bura bağladım. Bəli, təlimə gəldi. Necə bağladım? Çox gözəl bağladınız. Mən artıq dururam yerimdə. Podkast qutardı, hər şey çox gözəl. Doğrudan çox elə ətraflı izah verdiniz. Bəs bu restoranda belə deyək də, xidmət sektorudur. Xidmət sektoru belə deyək də, əslində yəqin ki, bu sizin təlim mövzularınızdan birində var. İşini gördüyünü düşünür. Sadəcə iş gördüyünü düşünür, amma əslində bir növ problem həll eləyir. Hər bir addım problem həllidir. Yəni siz demiş qonaq gəlibsə, qonağın problemi var, məsəl üçün deyirəm, acıdır və yaxud filan şey eləmək istəyir. Və yaxud gözəl bir görüş təşkil etmək istəyir. Belə bu cür şeylərdə. Sizcə xidmət sektoru kifayət qədər Azərbaycanda bu problemə fokusdur, yoxsa satışa fokusdur? Yəni daha çox satma fokuslu, yoxsa bunun problemini həll eləyim müştərinin mən bunun bir tərəfi. Müştərinin problemini həll eləyim. Bu problemi həll etdiyimi biləndən sonra daimi seçimi ola bilərəm də bu şansım var. Əslində sağlam belə də yanaşsan ora, problemi həll edəndən sonra sata bilərsən. Belə promoy satan məsələ. Bəli, yeri gəlmişkən. Sən ona hazırlıqlı olmalısan yəqin ki, problemi həll elədim, sonra satdım ya. Onu həll eləməsən ya az sata bilərsən, ya da heç satmaya bilərsən. Məncə. Bəli. Bunun üzərinə ümumiyyətlə birinci belə danışaq ki,
dünyadakı qurulan bütün işlətmələrin, indi bəlli işlətmələr xaric əlbəttə ki, o heç. Yəni ümumiyyətlə bir sahibkarın qurduğu bir işlətmənin məqsədi oradan pul qazanmaqdır. Bəli. Düzdürmü? Yəni kar əldə etmək. Bəli. Belənçi deyək bunu. İlkin məqsəd. İlkin məqsəd budur. Və bunun üçün də artıq hansı addımlar atılmalıdır? Biz burada problemi mi həll etməliyik, yoxsa satışa mı daha çox fokuslanmalıyıq və s. və axır. Bunu artıq bu prosesdə belənçi deyim ki, daha yaxşı qərar verilir. Amma ümumi olaraq xidmət səviyyəsində olan misal üçün problemlər. Bu nə ilə qaynaqlanır? Birinci problem ondadır ki, biz başa düşmürük. Yəni xidmət sahəsini çalışan əməkdaşların bir çoxu, belənçi deyək, öz tərəfimizdən biz bunu başa düşmürük. Çox bəsit, yəni easy bir şey var. Belə deyək. Yemək yemək bugünkü gün ehtiyacdırmı, yoxsa lüksdürmü? Lüksdür məncə. Yox, yemək yemək ehtiyacdır. Mən birbaşa girdim, lüks. Yemək yemək bir ehtiyacdır. Məsəl üçün su içmək bir ehtiyacdır. Təbii, hə, gündəlik belə bir normalar. Amma indi buna nümunə olaraq belə bir şey deyək. Deyək ki, bir restoranda məsəl üçün səhər yeməyi bir adam üçün 40 manatdır və ya 2 adam üçün 40 manatdır. İndi restorana görə dəyişir. Səhər normalda bir Azərbaycan cəmaəti olaraq, belə deyək də bu local people olaraq biz normalda məsəl üçün 5 il əvvələ qədər və ya elə bugünkü gündə səhər evdə duranda yəni nə yeyirik? Yumurtamızı vururuq, nə bilim. Ya maksimum pendirimiz, maksimum pomidor yumurta olur və ya nə bilim 2 dənə sosislik olur, bir dənə yumurta olur və s. və axır ki biz bunu məsəl üçün 2 manat, 3 manata həll edə bilirik, düzdürmü? İstər tərlan bilsiniz, yenə cavab vermə. Tərlan heç Yemir. vermə. Tərlan baxın. Nə yeyirik? Nə yeyirik? Su içirik. Su içirik. Deməli məsələ nədən ibarətdir? Yemək bugünkü gün bir ehtiyacdır. Amma bu ehtiyacı qarşılamaq üçün biz məsəl üçün 2 manat, 3 manat, 5 manata biz bunu həll edə bilirik. Amma biz nə yeməyi seçə biliriksə və ya yeyəcəyimiz yeməyi harda yemək istədiyimizi seçə biliriksə, bu artıq bir lüksdür. Düzdürmü? Amma onda nihayətdə deyinir gəlib çıxır, sözlü kəsəm. Lüksdür da belə pısması. Mən səhər bunu evdə yeyə bilərdim. Getdim amma səhər yeməyini içəri şəhərdə yedim 40 manata məsələn. Hə, bəli. Bu lüksdür. Bu lüksdür. Bu lüksdür. Bəli. Qidalanmaq ehtiyacdır. Qidalanmaq ehtiyacdır, amma nə ilə qidalanacağımı seçə bilirəmsə, bu artıq mənim Çünki mən lüksümdür. spes məsəl üçün də belə deyim. İndi evdə kiməsə əziyyət verib o pitini bişirdirə bilmirsən. Hə, pitiyə görə durub gedərəm hansısa obyektə məsəl üçün və yaxud da xəngəl məsəl üçün bişirilir, gedirsən ora. Hə, o lüks yox. Mən az idim, getdim orada yedim məsəl üçün. Həm də bunu istəyirdim. Lüksdür da bu. Aha, Bunu istəyirdim. Mən bunu istəyirdim. Bu mənim öz istəyimdir. Bu mənim lüksümdür, necə deyirlər. Bəli. İstəkdən başlayır da. Bəli, istək bu yəni necə deyirlər? Bu sizin bir lüksünüzdür. Amma ki yəni bir gün yemədiniz, 2 gün yemədiniz, 3 gün yemədiniz, axırda o istəyi qalmayacaq da, tək istəyi olacaq ki, bir dənə yemək yeyim. Fərqi yoxdur necə yeyim, bir dənə yemək yeyim. Yəni ki, bu yemək yeməyə əslində ehtiyacdır. Bəli. Amma nə yeməyi seçə biliriksə və ya harda yeməyi seçə biliriksə, bu artıq bizim lüksümüzdür, düzdürmü? Və biz xidmət sahəsi personalı olaraq məcburuq ki, qonaqlara bu lüksu yaşadaq. Və bayaq dediyimiz kimi, qonaqlar da əgər bizə restorana gəlirsə, deməli bu artıq seçilmiş qonaqlardır, öz lüksun yaşamağa gəlib və bəlli gözləntilərlə gəlir. Düzdürmü? Bu gözləntilər də qarşılanmayanda qonağın şikayət etməsi qədər təbii bir hal yoxdur. Qonaq deyir ki, qardaş mən gəlmişdim misal üçün bura nə deyək, qəşəng bir şatobriyan yeməyə. Bu da sizdə yoxdur. X bir səbəbdən. Misal üçün məhsul bitir, nə bilim texniki problem var. Yəni aşpaz yoxdur həmin gün. Qolun kəsib falan. Yəni yoxdur. O moment olur. O dəfə sözü kəsirəm. Nərimanov da bir restorana getdi. Hava soyuyan kimi Xəncalada. Yəni getdi oturduq orada. İstədiyimiz 3 dənə yeməkdən ikisi yoxdur da orada. Qalırsan belə o da gözləyir ki, məsələn dinəndə. İndi orada bilmirəm amma bir yarım saatdır baxırdım, seçdim. İndi təzədən bir də təzədən gedirsən. Orada biraz küsürsən elə bir ki. Bəli. Və qonaqlar burada artıq gətirirsiniz məsələn, hə? Necə? Risk vəziyyətinə gətirirsiniz yoxsa? Yox, risk vəziyyəti deyil. Ümumiyyətlə biz bir yaxşıya gedirik ki, bu problem həll eləməkmi, yoxsa satış eləməkmi? Nəticə etibarilə biz bugünkü gün xidmət sahəsində qonaqları başa düşsək ki, ümumiyyətlə bu qonaqlar bura nə üçün gəlir? Bunu da başa düşmək çox bəsit bir şeydir. Əslində sadəcə empati qurmaq lazımdır. Bütün personallar, misal üçün birinci növbədə ofisiantlar, aşpazlar, baristalar hamısı empati qurmalıdır ki, yəni bu adam bura nə üçün gəlib? Sual da belə çıxır ortaya. Yəni bunu başa düşməkdən də mən bir restorana nə üçün gedirəm?
Yəni öz üzərimizdə Bəli, fikirləşirik. mənlə başlayır. Hə, birinci məndən başlayır. Bəli, Mən bu restorana nə üçün gedirəm? Məsəl üçün mən gedirəm, tutaq ki, ailəmlə daha yaxşı vaxt keçirmək üçün, həm dostlarımla daha yaxşı vaxt keçirmək üçün və mən öz dostlarımla gedəndə necə olmasını istəyirəm. Əlbəttə ki, burada gözləntilər çox fərqli ola bilər. Burada indi necə deyirlər, biraz sinif söhbəti var da. Bəli, təbii O ki. başqa bir məsələdir, amma Amma yenə də söhbət bağlanır nə istədiyini bilən müştəriyə də elə bir ki, elə başa düşdüm mən. Bizim işdə də o elədir, onun işində də elədir, sizin işdə də belə. Bu nə istədiyini bilən müştəri gələndə empati qurmaq rahatdır oyun. nə istədiyini bilirsə, yemək yemək istəyir. Yox, nə yemək istədiyini bilən, ümumiyyətlə nə gözləntisi olan. Yox, orada problem yoxdur. Məsələ o deyil. Məsələ hal-hazırda yemək məsələsində deyil. Məsələn, yanaşma məsələsidir. Bəli. Personalın yanaşması. Deyir, məsələ statistikada deyil. Bilməz, o da bilməz. Həqiqətən elə şeydir də, yəni statistikada deyil, bilməliyin olmalıdır. Deməli, nəticə etibarilə bizə gələn qonaqları biz başa düşsək ki, bu insanlar bura öz lükslarını yaşamağa gəliblər, öz pulları ilə. Baxın, heç kim gəlib sizdən xahiş eləmir ki, mənə biraz yemək verin. Restoranda belə bir şey yoxdur. Gəl deyir ki, qardaş, baxır menyudan seçir, səndə filan yemək filan qiymətədir. Mən sənə deyir ki, mən bu pulu ödəyirəm. Amma bu pulun qarşılığında mən səndən tam xidmət gözləyirəm. Və zəhmət olmasa bu xidməti mənə ver. Bu qədər bəsitdir. Andrew File var, bu idarəetmənin əsaslarını yazıb adam. Andrew File deyir ki, işlər iki yerə bölünür. Bəsit işlər və çətin işlər. Yəni çətin işlər nədir? Söhbət misal üçün həkimlik bu çətin işdir, mühəndislik çətin işdir. Kosmonavtika deyək və sair axırı bunlar çətin işlərdir. Amma əslində söhbətin məğzində bəsit işlər var. Bu bəsit işlər dediyimiz şeylər nədir? Misal üçün mağazaçılıq, yəni mağaza işləri idarə etmək. Restorançılıq əslində belə bu əslində bəsit işdir. Nəyə görə? Çünki söhbətin məğzi nədir? Bizə gələn qonaq bizdən xoşbəxt ayrılsın. Və ya bizə gələn müştəri bizdən xoşbəxt ayrılsın. Amma həkim də sağ çıxsın. Şeydir. Ya sol ayağı ya da sağ ayağı kəsməsinlər. Deməli məsələ məğzi budur. Qonaq gəldi. Ümumiyyətlə bir qonağın hal-hazırda bu əlbəttə konseptdən konseptə görə dəyişən bir şeydir. Məsələn, kafe və kafe brasserlərdə bir qonağın ortalama bir restoranda keçirdiyi müddət 75-80 dəqiqədir. Belənçi. Azdır. Yox. Çünki o restoranlar həm də bu konsept məsələn fast foodda bu çox da azdır. 35 dəqiqədir, 40 dəqiqədir. Çünki ambiyans da səndən onu tələb eləyir, yüksək səsli musiqi, temp də yüksək olur. Enerjik musiqi. Bir də sözünüzü kəsəcəm. Biz indi dizayn işi ilə məşğuluq da. O vaxt məsəl üçün mən də təzə öyrəndim o vaxt işləyəndə. Gedirdim məsələn pub işləyirik. Prosta belə maraqlandım. Belə də biraz rahat lounge tipli stollar istədi. Dedi ki, onu yığışdır, taxta qoy. Deyirəm, niyə çox oturmasın? Eləncə. Elə. Yəni ki, bu işləyib bir dənə noxud, bir dənə pivə, yaxud da bir dənə zakuskaya 4 saat oturmasın. Yaxud da bir dənə 4 dənə xəngəl zakaz eləyəcək, 3 saat cəmaət də qapıda da başa düşür. Narahat stol elə, onsuz da gələcək. Müştərisinə əmindir ki, burada adam hosting çoxdur da. Bir dursun getsin. Olur. Yəni deyim ki, bu konseptdən konseptə görə dəyişir. Misal üçün Azərbaycanda bizim bu lokal konseptimiz olan çayxana konseptləri və ya çay evləri artıq nə deyirsə, onlarda nə vaxt getsəz, belə deyək, daha belə rahat ya divanlardır, çoxunda bu qəlyan çəkilən yerlərdə və sair və axır. Birinci səbəb ona görədir ki, düz bilməm, tam olaraq bunu fikirləşib edirlərmi? Qəlyan çəkəndən sonra onun tərkibindəki nikotin adama biraz daha belə necə deyirlər, rahatlaşma verir və siz istəyirsiniz ki, məcbur belə biraz belə yayılsın, belənçi bir şeydir. Bunun qarşılığını vermək lazımdır. Həm bir qəlyanın misal üçün çəkilmə müddəti var. Eyni zamanda adamlar burada nəyə baxır? Çay bizdə belə deyək də milli bir içkidir. Necə deyirlər. Və tutaq ki, burada qısa bir qarşılaşdırma eləyək. Bir insan tutaq ki, bir milkshake içir. Həmən insana ikinci milkshake satmaq nə qədər realdır? Eyni gün ərzində çayı səhərə kimi verə bilərsən. Amma çay səhərə kimi verə bilərsən. Çünki həm birinci içilə biləcək bir şeydir, həm də ki milli içkidir, necə deyirlər. Bunlar hamısı şuuraltı olan bir şeylərdir. Konseptlər Azərbaycanda, yəni milli mətbəxlər, çay evləri nə üçün uğurlu olur? Çünki hamının bildiyi bir şeydir. Amma Azərbaycanda böyük evlərdir də, yəni amma Azərbaycanda ən uğursuz olan
konsept, daha doğrusu ən çox açılıb bağlanan konseptlərdən biri Coffee İtalyan shop. mətbəxidir. İtalyan. İtalyan mətbəxidir. Cəmaət gedir İtaliyaya, görür ki, burada çox qəşəng belə bir ambiyans var. Məsəl üçün orada yaşlı bir dənə dayı gəlir sənin üçün şeydir, o şərab servis eləyir və sair və Amma axır. bir dəfə gedirsən də. Hə, biz bunu eləyərik. Baxır ki, restoran da doldu. Amma başa düşmür ki, qardaş, oradakılar İtalyandır. Sən də gəl milli mətbəx var, burada da Azərbaycanlılar olsun da. 100%. Yəni bir İtalyan da gəlsə Arağını Azərbaycana, ver də. görsə ki, milli mətbəx, o əladır, burada cəmaətdə oldu. Mən bu Azərbaycan mətbəxini gedim İtaliyada eləyim. Yəni orada da tutmayacaq. Çünki buradakılar Azərbaycandır, oradakılar İtalyandır. Bəli. Yəni genetik kodlar və sair və axır bunlar bizim işimizə o qədər çox təsir eləyir ki. Yəni beləncə bu kimi məsələlər var. Bəli, razıyam. Belədir yəni məsələn məğzi. İndi suala tam olaraq bilmirəm cavab verə bildikmi, cavab verə bilmədik. Sualdan suallar çıxdı, düzdür? Necə oldu? Tam şaxələndi. Mən məsəl üçün bayaq dediyiniz istəmirsə İtalyan restoranı. Mən şəhərdə indi ad çəksəm də yəqin ki, lap lazım olsa kat eləyərsən. Hə, o heç. Məsəl üçün Nihatla həmişə danışırdıq. Tematikası olan restoranlar çox qalmırlar. Məsəl üçün açıldı yüngül cinayətlər var deyə məsələn. Ağır cinayətlərin yanında yüngül cinayət. Maksimum nə qədər 6 ay. Hərə bir dəfə getdi. Hər cəmaət Instagramda görən bir dəfə getdi, ikinci dəfə getmirsən. Çünki maraqlı deyil də. Yəni mən ora belə deyim, bir doğmalığı yoxdur. Həm də ki belə dizayn olaraq, yəni bir dəfə getdim, sonra çıxdım, getdim də yəni. Mövsümi biznesdir də, onsuz da olur. Tematikadır məncə. Deyil, olmamalıdır. Belə tematik restoranlar var. Hansı ki bugünkü gün misal üçün görə bilərsiniz, şəhərin bəzi yerlərində elə restoran var ki, başdan ayağa kukla ilə. Bəli, bəzədiblər. Şeydir, hə, biz işləmişik. Budur restoran var. Budur tematikadır bu məsəl üçün. Hə, onu deyir. Sən bəli. Tematik restoranlar Azərbaycanda uğurlu olurmu? Təəssüf ki. Tematik restoranlar ümumiyyətlə açılmalıdır harda? turist. Bəli. Tam olaraq turistik küçələrdə, necə deyirlər? Tipli olmalıdır. Elə bir ki, food courtlarda olur. Məsələn, açdım burada, işlədim, bağlandı, getdi də. Yəni ki, dəyişilə bilən o restoranlar olur. Yalnız ki, belə Ağşəhərdə vardı, məsəl üçün food courtdur bir dənə. Burada tez-tez o restoranın loqosu dəyişir, başqa adamlar girir. Bir də var restoran ki, məsəl üçün Atatürk parkında var, məsələn, Qızılgül restoranı. Bu bilirsən ki, 70-ci ildən indiyənə kimi eyni adamlar. Doğrudan? Hə, eyni. Bilmirdim. Milli yeməyə gəlirlər. Araz kafesi 58-ci ildə. Araz kafeni bilirəm, hə, Araz kafesi bilirəm. Arazdır, Firuzədir, Nərgizdir. Firuzəni də bilirdim, bəli. Bunlar konkret kök. Yəni bu restoranlar həm qədimi restoranlarımızdır, həm də ki hələ də fəaliyyətlərini davam etdirə bilirlər. Belə bir şeydir. Deməli bu ya İstanbulda idi, ya da İzmirdə idi, tam dəqiq yadımdan çıxıb. Bir dənə belə Candy Shop var. Çox belə yeni ildə də dəhşətli dərəcədə onları bəzəyirlər. Çox belə qəşəng görsənir, necə deyirlər. Cəmaət gedir orada sıraya düzülür. Sırf orada şəkil çəkdirmək üçün, oradan girib nə bilim o şəkərləmələrdən falan almaq üçün və s. və axır. Amma yenə dediyimiz kimi məsələn İstanbula gələn turist sayısı nə qədərdir? Məsəl üçün bizə gələn turist sayısı nə qədərdir? Bəli. Bunları ümumiyyətlə bir konsepti yaradanda bunları çox necə deyirlər, dəhşətli dərəcədə oturub hesab kitabını eləmək lazımdır. Ya birinci konsepti belirləyirsiniz beyninizdə, gedib həmən konseptə uyğun location tapırsınız, ya da ki uğurlu bir location tapmısınızsa, o location'a uyğun bir konsept ortaya çıxartmalısınız. Yəni belə bir şeydir. Bayaq dediyimiz kimi elmlərdə, misal üçün Bakı Dövlət Universitetinin qabağında siz burada gəlin bir dənə steakhouse açın, batacaq. 100% Nəyə görə? Çox böyük ehtimal. Hətta çox böyük ehtimal ki, batacaq. Səbəb nədir? Çünki ya da menyu dəyişəcək. Yox, kağıt da eləməyəcək də. Şeydir. Deməli, dönər. Çünki buradakı əhali, burada hərəkətdə olan əhali əsasən tələbələrdir və tələbələrin bəlli istəkləri var, bəlli gözləntiləri var və bəlli büdcələri var. Bu büdcəyə steakhouse uyurmu? Uymur. Dönərxana uyurmu? Uyur. Birbaşa. Və ya çayxana uyurmu? Ən düzgünü elə elmlərdə də hər büdcəyə uyğun dönər yeri var da. Yəni ki, bəli. biraz pahalı var, biraz ucuzlu var, şey var. Yəni prosta nöqtə olaraq sən bilirsən ki, bura dönərdir. Kofe məhəlləsi bilirsən ki, məsələn, Xəqani girsən, sağ-sol kofelərdir. Sən bilirsən ki, burada kofe. Xəqani mən sayıram. Məsəl üçün dedim. Xəqani küçəsi, kofe küçəsi. Mərkəzi demirəm də. Məsələn, qıraqlarda məsələn kofe ağlıma gəlsə, Ceyhun Hacıbəyli Zooparkdan yuxarıda Ceyhun Hacıbəyli. Bəli. Gedəcəm ora sağ-sol kofelərdir. Birini seçim eləyəcəm, ya büdcəyə uyğun, ya adamına uyğun. Yəni ki, amma nöqtənsə sən ora steak üçün getmirsən, elmlərə də nə kofe üçün iminli metronun yanına gəlmirsən. Bəli. Yəni o tələbat. Yəni bəli, nəticə etibarilə yenə dediyim kimi bir işlətmə açanda bu ümumiyyətlə biz həmişə deyirik ki, bizim işin 70% locationdur. Yəni restoranın yerləşdiyi yer. Bugünkü gün
məsəl üçün konsept yarada bilərsiniz ki, əgər restoranın qabağında parkinq yoxdursa, o konsept batar. Ümumiyyətlə Çünki çox mən az neçə dənə müştərimi qalmışlar. var. Çünki siz bilirsiniz ki, bura gələn insanların əksəriyyəti maşınla gələcək. Amma bugünkü gün X bir yer açarsınız ki, bir konsept, misal üçün daha aşağı büdcəli və sair və axır, orada sizə parkinq ümumiyyətlə ehtiyac olmaz. Ha, bəli. Çünki siz bilirsiniz ki, sizə Maşınla gələn adam qonaqlar, daha çox misal üçün ictimai nəqliyyatdan istifadə edən insanlardır. Yəni də elmlərdəki dönərxanalar kimi. Misal üçün, bəli. Və nəticə etibarilə yenə nəyə gəlirik? Ya konsept məkana uyğunlaşmalıdır. Daha doğrusu yəni location-a uyğunlaşmalıdır, ya da ki siz location tapırsınız, ona uyğun belə deyək konsept. Bir də location kriteriyası müşahidə eləməlidir də adam. Yəni o restoranı açan adam həmin o location, o regionu müşahidə eləməlidir ki, ümumiyyətlə burada nələr çoxdur, yaşayış çoxdur, ofislər çoxdur. Təhlili getməlidir. Yəni bu təhlil mən çünki bayaq dediyimiz məsələ müştəri gəlir. Bir dəfə gəldi şeydə Olimpiyanına getdi, İncəsənət Universiteti yanı. Düz İncəsənət Universitetinə Sabir bağına, o Sabiradan texnikumdan üzbəüz kofe yeri. Deyirəm bax burada bunun biraz aşağıda bir neçə dənə həm tanınmış kofe yeri var, həm də sənin parkinqin yoxdur. Buranı obyekti götürəcəksən, mən boş-boşuna dizayn edəcəm, sən boş-boşuna təmir edəcəksən. Ondan sonra buranı eləmə. Yəni xanım biraz dilxor oldu, amma qaqaş başa düşdü ki, düz deyirəm də. Yəni ki, bu işləməyəcək. Bilməyəcəksən reklama pul verəsən, işçiyə pul verəsən, parkinqdə doğrudan da ki, yoxdur. İki tane aşağıda da Sidney Parler'inde şey var. Yani birinin tanınan bir tane kofe shop var. Yani gelmeyecek bura. Onunla bağlandım. Ben de müşterimden oldum. Mən amma bu səmimiyyətin tərəfdarıyam ya həmişə. Səmimi olmaq lazımdır ki, məncə elə restoran işində də məsəl üçün sonra başqa cür qayıdır o müştərisi. Mən də onu deyəcəydim də. Yəni gəlib məsəl üçün atıram xingal istəyən adama gedib supermarketdən xingal alıb qaynadıb verməkdənsə, yox xingal yoxdur deyib sağollaşmaq məncə daha şeydir. Yəni təbii ki, orada o sizin dediyiniz kimi də indi yox xingal yoxdur demirik. Misal üçün deyirik ki, xingaldan yaxşı şeylər var. Sizin üçün başqa bu şeyləri təklif eləyə bilərik. Amma adam yenə dediyimiz kimi biz buna yatay satış deyirik də. Yatay satış dediyimiz şey nədir? Misal üçün bir qonaq var, gəlir məsləhət üzərinə satış dediyimiz bir şey var. Gəlir deyir ki, bəs siz nə məsləhət görərsiniz və ya görürsüz ki, menyunu bağışlayıb sağa çevirir, sola çevirir və sair sağa çevirir, sola çevirir. Yəni başa düşürürsüz ki, bu adamın məsləhətə ehtiyacı var. Amma qonaq da var, gəlir ümumiyyətlə demək olar ki, bəlkə menyuya baxmır və ya menyuya açır, sırazu həmən səhifəni tapır, birbaşa deyir ki, mən bu yeməyi istəyirəm. Burada səbəb bunun backstage necədir? Misal üçün Nihat bəy mənim dostumdur. Siz restoran işlətməcisiniz. Nihat bəy deyib ki, filan restorana get, filan yeməyi ye mənə. Mən də bunu fokuslanmışam. Və gəlirəm ora, sizdə də orada deyək ki, personallar var. Mən o personalları birinci və ya ikinci, maksimum üçüncü dəfədir görürəm. Amma mən Nihatı 10 ildir tanıyıram. Orada heç kim mənim fikrimi dəyişdirə bilməz. Rekomendasiya. Bu yeməkdənsə, misal üçün, sizə məsləhətim filan bir yemək olardı. Qonaqlarımız daha çox bu yeməyi tərcih edirlər, daha çox seçirlər və s. O sırada mənə heç nə maraqlı deyil. Çünki mənə dostum deyib ki, qardaş, get bu yeməyi ye. Mən də buna gəlmişəm bura. Mən bunun üçün gəlmişəm bura. Onun üçün orada ən yaxşı variant dediyimiz kimi, bunun yanında biz nələr sata bilərik? Yəni ona ən uyğun olan isti qəlyan altılarımız, soyuq qəlyan altılarımız, misal üçün salatlarımız və s. Nələrimiz varsa, onları təklif eləməliyik. Eyni şəkildə içkilər, dalıcan şirniyyat və s. Mən bir şey görmüşəm. Bu prosta müşahidəmdə, özüm də oturmuşam orada. Nərmanov da səhv eləmirəmsə bir yerdə. Deməli, türklər daha çox, türk restoranlarında belə şey olur. Məsələn, gəldik, oturduq, demirəm ki, xırda bir nəsə üçün dönərlə və yaxud da şeylə yox. Normal məsəl üçün 2 nəfərə yemək zakaz eləmişik. Orta büdcə hesablasaq menyunu, suyu ilə, zadıyla belə deyək, hardasa bir 40 manat var da ortada. Restoran başlayır sənin üçün stolun üstünü doldurmağa. Xırda ikram elə, nə bilim, fındıq lahmacun dilə nəsə belə bir şey. Nə bilim, çiğ köftə qoydu, onu qoydu, buna qoydu. O baxırsan ki, neçə dəfə müşahidə eləmişəm. Bax uşaqlarla keçirik orada. Burada bir dənə yer var, orada bir dənə yaxşı, o qədər reklam edir ki, yəni həm bir bəlkə mən olmamışamsa, mənim uca beynimdə yazıldı o. Mən özüm də məsəl üçün indi gəldim burada cəmaətə söhbətini elədim, başa düşdüm. Belə bu səhv eləmirəm, bilmirəm də o müştəri tutmaq üçün çox yaxşı məncə. Bu şeydir, Turkish metoddur. Turkish metod, ikramiyyə də. O ikram məsələsi Türkiyədə də olanda, Türkiyədə ümumiyyətlə restoranlar
çox belə şaxələnib necə deyirlər. Ta ki kebabçı ayrıdır, kanatçı ayrıdır, ciyərçi ayrıdır, tavacı Stillər ayrıdır. bölünüb də orada, Çox belə şaxələnib də necə deyirlər. Və hər birinə deyəndə ta ki ciyərci Bahattin var idi, səhv eləmirəmsə beləncə bir şeydi biz o Kapadokiyada olanda. Deməli gedirdiniz və hətta saymışdım yadımdadır, onun üçün indiyə qədər də yadımdadır. 14 çeşid məzə verirdi ortaya. O. 14 çeşid məzə verir. Nəticə etibarilə yediyin şey nədir? Bir dənə ciyər. Belə deyək. Və indi bir neçə şiş ciyərdir. Yəni belə bir şey deyil. Amma nəticə etibarilə ikramiyə. o ikramdır. İkram. Onu deyəcəydim. Yes, nəticə etibarilə nə olur? Dəfələrlə ora gedirsiniz getməklə. Amma indi hər işin bir reallığı var. Tamam, bir gözəllik məsələsi var, bir də reallıq məsələsi var. Bu işin kost tərəfi var. Onu deyəcəydim. Yəni ki, bunun kostu neçəyə başa gəlir məsələsidir. Türklər bu 14 dənə indi qayıdıram bu tərəfə. Həmin bu 14 dənə şey vermişdilər. Mezə belə deyək. Amma bunun 6-sı soğanla bağlı idi. Bir-birindən az fərqlənən şeylərdir. Yağda soğan, misal üçün nə bilim, sirkədə Adi soğan, süzmədir, nə bilim, dilimlənmiş başqa cür soğan, süzmədir, nanəli süzmə, adi süzmə və s. Amma nəticə etibarilə orada türklər demişkən bir göz şöleni yaşayırıqmı? Yaşayırıq. Şuur altına yerləşirmi? Yerləşir. Reklam da edirik hələ. Reklam da edirik, bəli. Cəmaətin yerinə. Və ən gözəl reklam metodu da bilirsiniz, direct reklam. Bəli. Yəni şəxsən gəlib kiməsə danışdığınız reklam. Hə də şeydə yəni rekomendasiya da dediyiniz kimi. bəli, İhatə bəli. edirəm ki, get filan şeydə filan Ən yerdə. Filan restoranında. hələ də Azərbaycanda, bilmirəm başqa yerdə, amma Azərbaycanda hələ də ən işlək metodudur. Yəni o cür Dölənçi də, gələn, əlbəttə o cür ki. gələn müştəri, qonaq deyəsin dilinizdən, yəni onu narazı salmaq üçün da narazı salmaq istəmək lazımdır da. Yəni çünki o artıq Bu elə bir Elə. ki, artıq razı salır. Bəli, Sən bəli. gəlib onsuz da orada 2 dənə Adana kebabı yeyib razı qalacaqdın da. Onsuz da belə deyir. Şeydə belə deyir. sən şey deyirsən, ikramiyəni deyirsən. İkramiyə də bir artıq səni razı salır da. Elə bir ki, sənin bir dənə Instagrama reklam qoydu elə bir şey orada. Hə, ay sağ ol. Elə Yəni belə bir şey olur. Bir ara Bizim hətta şeylərdə yoxdur. bir ara hətta bir neçə restoran eləmişdi. Ki bəs şeydir. Bizi Instagramda paylaş 5% endirim eləyək. Amma bizim bir şey. şeylərdə biraz yaxşı taktikadır. bəlkə də bizdə amma belə deyim də orta büdcəli restorandan danışıqsa biraz sənin qorxudur. Gəlib bir dənə belə araba var, gətirir qorxa-qorxa. Hansından insan orada qorxa-qorxa seçirsən ki, 3 dənə onlardan O qalmıyor, eyni o hansı restoranlarda var. Çox belə dayday kafelər. Daydan yox elə orta səviyyə restorana Doğrudan gedirsən. sən- Hə, gəlir məsəl üçün padnosda gətirir. Adi indi bunu bir bilərsən, Rustaveli yeyirsən, gətirir məsəl üçün də şeydir. Yəni sən hə, o yəni patsovka var ya, onun üstündə bir dənə belənçində şey var, padnos var. Padnosun da içində şeylər var da, acıqası, nəm süzməsi zad da. Yəni sən o araba da olmasa bu ilə gətirir. başa Bax, o cür yerlərə gedəndə, yəni mövzunu biraz belə. Elə bir müştəri çoxları maraqlı deyil məncə. O cür yerlərə gedəndə qardaş deyib çağıra bilirik də indi də. Bəzi yerlər var ki, girirsən, maşallah hamı da elegantdır, belə qalırsan belə. ki qardaş deyim yoxsa deyim mən. Bu necə çağırım ki, mən mən məsələn ki, dur çıx çölə. Bəli. Özümdə şey sözlü danışıqda da kəsdim. Ona cavab verəcəm. Hə, yəni mən özüm də belə restoran sferasında məktəb vaxtı, institut vaxtı işləmişəm də. Yəni belə orada ofisiantlıqda da belə yerlərdə, restoranda da olub, şadlıq sarayında da olub. Mən bir dənə şeyi başa düşürdüm ki, sonra biz dizayn ofisinə işə düşəndə bizim düz o qonşu ofisimiz Etika Akademiyası idi. Günel xanım işləyirdi orada. O elə bir ki şey keçirdilər də, təlimlər keçirdilər. Mən indi həm səfirimiz ofisiantlar da vardı, otel işçilərinə də hamı personala xidmət keçirdilər. Mən orada başa düşmüşdüm ki, sən qardaş deməyə ehtiyac qalmır. O özü gözü səndədir məsəl üçün. Gözü o eye contact. Hə. Və yaxud da o sonra indi o vaxt bizə maraqlı gəlirdi də. Çünki biz özümüz də nə institut vaxtı məsəl işləmişəm, amma o gəlirdi ki, sən məsəl üçün işləmək yerim stolunda o ərazin var. Onu sən heç müştəri oturan qonaq hiss eləmir onu. Yəni sən elə işləyirsən ki, o səni görmür və ya hiss. Onu öyrədirdilər başa düşdün. Sən qardaş deməyə elə bilirəm ki, ehtiyac qalmır. O gözündən tutur ki, sən onu çağıracaqsan. Bəli. Primitiv şeylərdir də o belə baxsan. Ümumiyyətlə bir restoranda qonaq ofisiantı çağırmamalıdır və əlini qaldırmamalıdır və sair yolaqdır. Çünki eye contact dediyimiz bir şey var və masadar birbaşa gözü, əgər ona təyin olunan misal 3 dənə masa var, 5 dənə masa varsa, o özünə elə bir pozisiya seçməlidir ki, biz postlar deyirik buna. Oradan hamını kontrol edə bilməlidir. Belənçi.
Buna görə də misal üçün masadar var, masadar köməkçisi var. Masadar köməkçisi ona görə var ki, masadar masadan ayrılmasın. Zaten yəni o olduğu yerdən ayrılmasın. Lazım olanları o vaxt restoranda bəli. Mən də deyirəm, görürsən orada nə köməyə ehtiyac olur ki. Bu indi burada da əlbəttə ki, sistemlər dəyişir. Bir zal köməkçisi ola bilər, bu sistemdə işləyənlər var. Bir də deyir ki, yox, masaların yanında köməkçiyə ehtiyacı yoxdur. Bu konseptdən konseptə görə yenə dediyim kimi dəyişən bir şeydir. Sadəcə razdacıda dayansın. Çıxan yeməkləri gətirsin, qaydanda da masadan çıxmış boşları aparsın. Belən ki, bu kimi şeylər var, amma elə yerlərdə var ki, ağır restoranlar orada birbaşa bir ofisanta və ya iki ofisanta, iki masadara bir masadar köməkçisi təyin olunur ki, onun işlərini görsün və s. İndi qaldı ki, misal üçün, bayaq dediyimiz kimi, bəzi restorana gedirsiniz və bəzi iaşə obyektinə deyək də gedirik. Orada deməli, ay qardaş və ya ay qaqaş deyə Bir də artıq var ya. o Şanlı sarayındaydı. O səs-küyə danışsan başqa heç nə yoxdur. Ya amma mən işlədiyim yer vardı uşaq vaxtında, 10-da 11-də oxuyurdum. Orada belə bir şey vardı. Məsələn, belə eləyirdisə bilirdin ki, kebab gəlir. Məsələn, gedirdim, administrator keçirir şey belə koridor var. Bu şey deyil, spesnaz hərəkət. Spesnaz hərəkətlərdir. Belə zaten. Türkiyədə də bu var idi. Misal üçün belə eləyirdin. Bu yəni 2 dənə çay demək. Bu qaşıqdır. Bu qaşıqdır. Senin olur, midəndə yanma var belə. Elədir. Bəli. Yes, deməli, məsələ nədən ibarətdir? Biz gedirik bugünkü gün bir restorana, iaşə obyektinə. Orada o yer bizə imkan verir ki, biz kimisə qardaş olaraq çağıra bilək və ya ay qaqaş olaraq çağıra bilək. Amma iaşə obyektləri var ki, biz ora gedirik və orada bu hərəkətləri edə bilmirik. Bəli. Misal üçün, nəyə görə bəzi öz vətəndaşlarımız Azərbaycanda daha kobud ola gedirlər, misal üçün xaricə gedirlər, avtomatik olaraq daha belə necə deyirlər, mədəniləşirlər və hətta gəlirlər oradakı mədəniyyətdən bəhs edirlər və s. və ya fikir vermisinizsə, insanlar misal üçün dəmir yolu vağzalında başqa cür davranır. Hava yolunda, aeroportda tamamilə başqa cür davranır. Səbəb nədir? Ümumiyyətlə, biz həmişə təlimlərdə deyirik, kontingenti bəlli eləyən şey xidmət səviyyəsidir. Baxın, nə sizin menyunuzdakı qiymət deyil, nə başqa bir şey deyil və s. Kontingenti bəlli edən şey içəridəki atmosfera sizin xidmət səviyyənizdir. Bir yerdə ola bilər ki, əlbəttə istisnalar var və istisnalar qaydaları pozulmur. Əgər bir qonaq gəlir, siz xidmət səviyyəsini maksimum yüksəkdə tutmusunuz, yenə də ay qardaş və ya ay qaqaş deyə səslənirsə ki, illaki olacaq. Yaxınlaşırsınız ki, misal üçün, buyurun bəy, adım İlqardır, sizi dinləyirəm deyə bir cavab verəndə o artıq qaqaş deyə bilmir. O deməyiz. Başa düşürsünüz? Ondan sonra qaqaş deyə bilmir və s. Yəni ki, biz xidmət səviyyəsini nə qədər çox yüksək tutsaq, orada bacıoğlu, qardaş, nə bilim, abi, daha tezə şeydir, nə oldu ya bu kebab və ya çayım harda qaldı və s. kimi söhbətlər olmayacaq. Baxın, təlimdə bir dəfə bunu demişdim, indi restoran adları çəkməyək. Bir yerdə deyək ki, İskəndər kebab, misal üçün 15 manata verilir. Bir yerdə isə bu verilir 35 manata. Eyni adamı hər iki yerə göndərin. Bu 15 manata verilən yerdə, burada indi əslində mövzunu tam başa salmaqdan ötürü restoranın adlarını çəkmək lazım idi əslində, amma indi onu edə bilməyəcəm. 15 manata olan o İskəndərin 15 manata olduğu yerdə gedib eyni şəkildə ay qaqaş, ay qardaş, qışqıra-qışqıra fitlə var. Mən şeydir, zajqalkanın işığı ilə çağıran belə belə yəni Elə bir şeydir konsertdə. bu mən Moskvada görmüşdüm bunu. Belə bir şey olmuşdu. Adam yazar zajqalkanın işığı ilə çağırmışdı da, yəni lazer uzat tuturlar da gözə. Kitab görə yardan gəlir. Gözünə şaşır. O pişik çağırırdı. Deməli neysə, nəticədə amma həmin adamı aparın o 35 manatlıq olan yerdə verin. Bəli. Adam şey eləməyəcək. Nə idi adı? Belə deyim, bu kimi ifadələrdən istifadə eləmir. Bəli. Səbəb menyudakı qiymət fərqi deyil. Səbəb oradakı tamamilə oradakı ambiyansdır. Bəli. Yəni bu belə bir şeydir. Hətta eyni məhsulu bir yerdə 15-ə verin, digər yerdə 45-ə verin, eyni məhsuldur. Konkret olaraq deyək ki, heç nə dəyişmir orada.
Amma yenə də adam burada bəlkə o 15 manata şikayət eləyəcək, çünki xidmət səviyyəsi ona icazə verir və ya ambiyans ona icazə verir ki, o qiymətə şikayət eləsin, amma digər tərəfdə ona icazə vermir. Bəli, razıyam. Bu çox yəni şeydir, easy bir şeydir, yenə dediyim kimi. Bir-iki həmlə mən üzr istəyirəm, eşitmişdim. Məsəl üçün yeməyi bitirib, səhv eləmirəmsə, qabın dəyişilməyini istəyiriksə, səhv eləmirəmsə, çəngəl bıçağı bu formada qoymaq və şeydir. Deyil ha, prosta. Məsələ budur. Baxın, gəlin yenə bu gəlir burada xidmət səviyyəsinin Azərbaycanda nə qədər yüksək və ya yəni hansı səviyyədə olmasına. Siz deyək ki, food criticsiniz və ya nə bilim, qurmansınız. Ümumiyyətlə servis standartlarından çox yaxşı başınız çıxır və sair və axır. Siz gəldiniz tarelkanın dəyişdirilməsi üçün, yəni boşqabın dəyişdirilməsi üçün vilka və çəngəli orada aidiyyatı şəkildə qoydunuz. Sizə xidmət edən ofisiant bunu bilirmi? Xəbəri yoxdur. Dönər. Bizdə Azərbaycanda çox bəsitdir bu. Əgər qabın dəyişilməsini istəyirsə və ya qabın götürülməsini istəyirsə, qabın içinə salfetka atırsınız. Onu deyəcəyəm. Yəni ki, qardaş, daha yeməyəcəm. Bunu götür. Prosta salfetka saxlama olmur da. Salfetka qoyan kimsə götürür, o da var. Yo, qabın içinə atırsınız. Qabın içinə atırsınız və bu o deməkdir ki, Aydındır. Bu istənilən leveldə işləyir, hə? Hə, təəssüf ki. Amma məsələ əslində orası. sənin məsuliyyətin deyil məncə Məsələ ya. Düzdür, yenə də restoran statusundan, səviyyəsindən çox şey asılıdır. Elə yer var ki, elə restorana ki, sən getsən, onu sən uca bilməlisən. Vilkan belə qoymalı, amma restoran var ki, o sənin məsuliyyətin deyil onu belə qoyasan, nə, onu bilməksən. Ümumiyyətlə belə bir məsuliyyət yoxdur. Məncə Pulla də, getmişəm yemək yeməyə. O nə deməkdir? Mən hələ bir hansı məsuliyyətim də olmalıdır. Facebookda prosta şəkillərdir, hə. Al parayı deyir. Mənim yemək. Cem Yılmaz demişkən, para səndə deyir. Belə elə də yox. Mənim yeməyimi ver. Və salam, nə kimi bir məsuliyyət olmalıdır ki? Bir də ki, Azərbaycanda hal-hazırda fine dine-a yaxın bir-iki dənə restoranımız var, amma tam olaraq fine dine-ımız yoxdur. Zaten Michelin zonada olmadığımız üçün, yəni Michelin ulduzu gəlməyib Azərbaycana hələ ki və sair və axır. Düzdür, Michelin ulduzu ancaq fine dine-lara verilmir. Burada konsept fərqləri var və sair və axır. Amma nəticə etibarilə ya Azərbaycanda bugünkü gün ölkəmizdə deyim ki, ümumiyyətlə ölkəmizi qoyaq bir qırağa. Yəni mən açıq düşünmürəm ki, hansısa ölkədə sırf olaraq bu qayda qanunlara əməl edən yerlər var, hansı ki mən çəngəl bıçağı kres şəklində qoydum, yoxsa düz şəkildə qoydum. Nə bilim, bu bəyəndiyim anlamına gəlir, bəyənmədiyim anlamına gəlir, qapımı dəyiş, nə bilim və sair və axır. Qapını dəyişdirməsini isə bəs görsən deyirsən qardaş, bir dənə zəhmət olmasa mən boş qapımı dəyiş. Ya da ki, siz demişsiniz, salfetkanı qoyduq ora. Bəzən bu qədər çətinləşdirilir bu mövzu. Yəni mən bu şeyə biraz maraqlı gəlir. Bəli. Düzdür, okey. Restoranlar var. Baxın, protokol restoranlar var. Hansı protokol restoranlarda siz hər şey çönüb deməməlisiniz, deyə bilmərsiniz. Və sair və axır. Amma yəni ümumi dedikdə olaraq nə baş verir mənə maraqlı. yox, yəni deyilməməli də. Zaten qarson bunu dəyişir. Beləncə bir şey var. Çünki orada hər şey steplərlə gəlir də. Soyuq qəlyanaltıların var, isti qəlyanaltıların var, isti qəlyanaltılardan sonra idarə edirlər. Ana yeməyə keçərkən belə deyək, o qab dəyişməlidir. Yəni siz qabı dəyişirsiniz. Sonrasında sonluq olaraq gətirdiyiniz yemək, məsəl üçün bizdə əsasən milli mətbəxdə necədir? Ən sonda plov gəlir də. Ta ki bunun sacı gəlir, nə bilim qazan yeməyi gəlir, kebabı gəlir, ən sonda da plov gəlir. Plov gələndə bir daha siz qabı dəyişirsiniz və sair və Heç axır. vaxt çatmamışam da mən. Və Onu deyə axır atırlar. əlbəttə ki, o qabın vəziyyətinə görə də qabı dəyişirsiniz də. Orada o məsələ təbii var. ki, bəli. Amma nəticə etibarilə bugünkü gün iaşə obyektləri, yəni restoran sistemi hansı sferaya aiddir? Bunun ən başında hansı sfera dayanır? Yəni bu bağlanır, çıxır gedir turizmə. Bəli. Belənci. Bir çox adam bundan razı olmaya bilər bu fikirlə, amma bir restorana gedəndə özümüzünkilərdən söhbət gedir. Bu da yerli turistdir. Yəni zaten yerli turist var, xarici turist anlayışı var. Və nəticə etibarilə bu əyləncə sektorudur. Belənçiyə heç kim yəni ağlamaq üçün və ya nə bilim dərdini danışmaq üçün də ola bilər ki, kimsə dərdini danışmaq üçün gəlir dostuna oturur, içər, dərdini danışır və sair axır. Amma nəticə etibarilə bu əyləncə sektorudur da belənçidir. Bunu nə üçün bu qədər çətinləşdirmək lazımdır ki? Yəni bu kimi məsələlər var. Və yenə dediyim kimi iş öz məğzində bəsit işdir. Henry Fayol deyir ki, bu ümumiyyətlə bəsit işdir, bəsit işlərdən söhbət gedir. Bugünkü gün təəssüf ki, bugünkü gün işimizin çətin tərəfi ondan ibarətdir ki, iş birbaşa insan faktoruna bağlıdır.
robotlaşma gedə bilmir işlər. Bəli. Onun üçün də və siz də məcbursunuz ki, idarə etmədə hər bir kəsə individual olaraq yanaşasınız, dayanmadan motivasiya verəsiniz və s. və axır bu kimi məsələlər var. Onun üçün də biraz bu günün sonunda yorucu gələ bilər həm fiziki, həm mənəvi olaraq. Amma nəticə etibarilə bu iş bu qədər çətin olmalıdırmı? Olmamalıdır. Yəqin ki, məncə də. Olmamalıdır. Məncə əsas məsələ bu belə deyək də, işçi heyətin, xüsusilə də biraz belə deyək də, aşağı işçi heyətində, ya aşağı təbəqədə yeni başlayan və s. belə deyək, ofisiant məsəl üçün bunların işə və özünün işə yanaşmasında hörmət məsələsidir məncə. Çünki müvəqqəti iş kimi baxırlarsa fərqi yoxdur. Nəinki Azərbaycan, dünyanın ən yaxşı restoranında da işləsən, əgər buna müvəqqəti iş kimi baxırsansa, sən oradan bir karyer əldə eləməyəcəksən, bir inkişaf xətti İndi gəlirik tamamilə o mövzuya. Deməli, mənim yaralı bu söhbət. Deməli məsələ nədir? Bu bütün təlimlərdə deyilir. Məsəl üçün təlimlərdə bu mən X bir yerdə təlim verəndə bu təlimlər belə olmur da ki, uşaqlar bu var. Bunu eləməz. Mütləq şəkildə fikirlər alınır. Mən orada bir neçə filmlər verirəm izləmək üçün və s. və axır ki, gedin bu filmə baxın. Səhəri gün biz yenidən görüşürük və bu filmi müzakirə edəcəyik. Yəni bir təlimin mövzusu bu olur. Mən zaten öyrətmək istədiyimi o film vasitəsilə öyrədirəm və ya filmdən sonrasında öyrədirəm. Burada məsələ nədir ümumiyyətlə? Baxın, mindset-i dəyişmək. Həmən masadarlardakı, masadar köməkçilərindəki mindset-i dəyişmək lazımdır. Məsələ nədən ibarətdir? Bugünkü gün bir masadarın, bir ofisiantın ortalama aylıq qazancı nə qədərdir? Açıq sferadan xəbərim yoxdur, məncə bir 600-700-lərdə falan olar da, yoxsa daha aşağıdır. Yuxarıdır. Yəni 600-750-yə bugünkü gün heç bir ofisiant işləmir. Belə Belə deyək. Bu əlbəttə yenə dediyim kimi konseptdən konseptə görə dəyişir, bəli. Yer var ki, yəni minimum bunun 1000 manatı toplam qazancdan söhbət gedir. Siz toplam qazancınız. Bəli. Minimum 1000 manatdan əlavə var da onda. Yox, indi nə deyirəm? Bax, Yenə dediyim kimi bu yerdən yerə görə dəyişir. Bugünkü gün bizim sferada bir ofisiant maaşı, yəni masadar maaşı rəsmi maaşdan söhbət gedir. Bu 500-600 manat arasındadır. Rəsmi maaşıdır. Amma əlavə olaraq əlavə gəlirlər var əlbəttə ki, tipslər var, servis charjlar var və s. və axır. Bu da minimum ehtimalda, yenə dediyim kimi konseptdən konseptə görə dəyişir. Adam var ki, 1000 manat qazanır, ofisiantlar var ki, 5000, 6000, 7000 manat qazanırlar. Amma bunun ortalaması 1800-2000 manatdır. Beləncə deyək. Bugünkü gün bir masadarın qazancı. Biz bunu bildik, düzdürmü? İndi bir bankda yeni başlayan bir əməkdaşın maaşı nə qədər olur? Mən bank sektorundan heç başım çıxmır. 800 mən ehtimal edəcəm. Mən də bank sektorunda deyiləm, amma bildiyim qədəri ilə bu 600, 700, 800 məsəl üçün beləncə bir şey olur. Nəticə etibarilə bir masadardan 2 dəfə az qazanırlarmı və ya 3 dəfə az qazanırlarmı? Qazanırlar. Düzdürmü? Amma idarə etmə şeyə gətirib, hamıya tips gətirib. Bankda belə tips vardı. Nə məndə tips? Yəni sənin portfelinə görə şeydir, maaşın. O tip deyil də, bonus olaraq ola bilər, bəli. Həvəsləndirib sistemə gətirib çıxardı. Amma indi əsas sual nədir? Baxın, bir tərəfdə 2000 manat, 2500 manat qazanan bir insan var. Bir tərəfdə 800 manat, 1000 manat qazanan bir insan var. Amma bugünkü gün hansı daha çox hörmət olunur? Bank sektoru məsəl üçün. Mən səbəbini bir dənə kiçik təhlil edə bilərəm, əgər söhbətinizin xəttini pozmasam. Dress code-dan əlavə, mən orada bank sektorunda günahkar görürəm. Həmin o xidmət sektorunda günahkar görürəm. Xidmət sektoru elə bilir ki, ancaq o xidmət sektorudur. Amma bank sektorunda da xidmət tərəfi var. O xidmət sektoru olduğundan xəbərdar deyil bir çox halda. Onların müştəri ilə danışıq tərzini mən fikir vermisiniz yoxsa yox. Mən bir neçə dəfə olub irad da bildirmişəm ki, siz xidmət göstərdiyinizin fərqindəsiniz. Yəni elə şey danışır ki, xüsusilə yaşlı nəslə, mən özümə qarşı yox, başqasına qarşı görmüşəm. Yaşlı nəsli belə artıq belə deyim də danlamaq yerinə keçir. Sən xidmət edirsən. Sən bunu 10 dəfə də olsa təkrarlayıb izah eləməlisən həmin şəxsə. Ola bilər yaşlıdır, bilmir. Hər şey bir insani faktordur. Yəni ümumiyyətlə, cəmiyyət olaraq məncə biz elə qəbul eləmişik ki, bu ağ köynək və qalstuk taxıldısa və burada bir dənə basic oldusa, bu artıq bir xüsusi bir vəzifə kimi olsun, hətta xüsusi bir vəzifə və artıq bu xidmət göstərdiyi tərəflə necə istəyir danışa bilər. Xeyr. Yəni məncə bu fərqdir ki, eyni şeyi bu xidmət göstərən tərəf, ofisiant tərəfdə
eyni şeyi təkrarlamağa çalışır və onu eləyə bilməyəcəyini başa düşür. Çünki burada nəzarət sistemi daha düzgündür. Məncə o fərqdir ki, elə bilir ki, hansısa bir pis sahədə, nə bilim, işləməməli olduğu sahədə pul xətrinə işləyir. Mən elə təhlil edirəm. Qısa təhlilim budur. Aydın, başa düşdüm. Mən indi yenə dediyim kimi bank sektoru ilə bağlı çox danışa bilmərəm, çünki mənim ixtisasım deyil. Həm də bilirik ki, bir neçə bloger öz ixtisasında nan-kənar danışdığı üçün danışanlar Adam qorxur. Ümumiyyətlə Statistik nə deyir, hamı öz için görsə hər şey çox qəşəng olar da. Yəni hamı öz için görməlidir, öz sahəsindən danışmalıdır. Nəysə, nəticə etibarilə nə deyirdik? Bir tərəfdə qazanan var 2000-2500 manat, bir tərəfdə qazanan var 800, 700, misal üçün 900 manat. Amma nəticə etibarilə bugünkü gün hansına daha çox hörmət qoyulur desək, daha o maaşı daha az olan, yəni bank sektoruna daha çox qoyulur. Səbəb nədir? Bir, bankda işləmək üçün sizdən tələb olunan bəlli şərtlər var. Bu şərtlər nədir? Misal üçün deyirəm, ən azından bir universitet tələbəsi olmalısınız. Və ya kollec var idi, iqtisad kolleci idi səhv eləmirəmsə, orada bank işləri var və sair və axır. Gördüyün oran bitirməlisiniz. Bir neçədən nomenklatura var ki, bunları doldurub verirsən də qutardı. Bəli. Force majorun yoxdur orada. Amma işə qəbul Amma abstraktda prosesə uyğun hərəkət var. Nə demək istəyirəm? Banka daxil olmaq üçün sizdən bəlli tələblər var. Misal üçün dil tələbi ola bilər. Bu dediyim kimi təhsil tələbi ola bilər və sair və axır. Amma yəni çox üzr istəyirəm, lakin bizim sferada biraz helənçi deyil açığı. Bir zaten çox adam bu bizim sferanı hələ də bir sənət olaraq görür. Onun üçün də bu sferaya gəlmək istəmir. Amma deyək ki, X bir şəhərdən başqa bir şəhərə, yəni Bakı şəhərinə və ya xaricə gedirlər. Fərqi yoxdur. Bir adam gəlir, təhsil səviyyəsi aşağıdır. Deyim ki, sizə misal üçün dil biliyi yoxdur və sair və axır. Fikirləşir ki, və gözünün qabağına ta ki 3 dənə iş gəlir. Bu 3 iş nədir? 1, gedib fəhləlik eləyə bilər inşaatda. 2, hansısa mağazada satıcı ola bilər. 3, gedib bir restoranda bir də taksi var. Köməkçi olaraq başlaya bilər. Bəli, bir də taksi var belə. Prava taksi. Yox, orada ən azından tələb odur ki, prava olsun. Ən azından. Burada o tələb də yoxdur. Pravanı da istəmirik. İstəmirlər. Belənçidir. Söhbət özünü götür gəl burdan. Özünü götür gəl. Əsas gəl. Mevlana Celalettin Rumi demişkən, kim olursan ol yenə də gəl. Siyara biraz ona dönüb açığı. Bu yenə dediyim kimi bütün restoranlara şamil olunmur əlbəttə ki. Yəni bəlli restoranlar var ki və nəticə etibarilə gələn adam da fikirləşir ki, qardaş mən fəhlə olaraq işləsəm, misal üçün tutaq ki, deyirəm 1000 manat pul alacağam, satçı olaraq işləsəm, kassir olaraq işləsəm 500 manat pul alacağam. Ofisiant olaraq işləsəm, burada bunun tipsi var və sair və axır mən biraz daha çox qazana bilərəm. Həm də ki, necə deyirlər, üzüm üzlər görər. Yəni cəmaət gəlir, gedir və bir restoran həmişə pis yerdə yerləşmir, axı restoran çalışır ki, yaxşı yerdə yerləşsin. Orada insanlar çoxluca daha əyləncəli ola bilər və sair və axır və nəticə etibarilə gəlir bu işə. Düzdürmü? Biraz da davamlı olandan sonra, biraz da qalandan sonra avtomatik olaraq orada ona deyirlər ki, sən ol supervisor. Çünki sferanın ən böyük problemi nədir? Sferanın ən böyük problemi odur ki, heç kim bizim sferanı sənət olaraq görmədiyi üçün bizdə dəyişim dəhşətli dərəcədə sürətlidir. Baxın, qızıl qaydalarımızdan biri odur ki, hospitalitydə, yəni ümumiyyətlə qonaqpərvərlikdə. Dəyişim deyəndə nə nəzərdə tutursunuz? Yayda pul qazanmağa yox, gəl, dərsdə başladı sağ ol. Yes, misal üçün adi belə bir şey. Və ya bu restoranda işləyir, digəri deyir ki, bəs burada 500 qazansan, gəl 600 qazan. Oldu, gəldim. Çıxdı, getdi. Sferanın ən böyük problemi budur bizdə. Və deməli nə deyəcəydim, o biraz bir balaca yadımdan çıxdı. Şeydən danışırdı, supervisorların yox. Loyaltydə işçinin loyalty olmağı, yəni qalxmağı. Deməli, bizdə qonaqpərvərlikdə də beləncə bir əslində qızıl qaydalardan biri var ki, bir çalışan, bir personal fərqi yoxdur. Bu masadardır, baristadır, xadimədir və s. Bir çalışan çalışdığı yerə 6 ay ərzində müddətdə, yəni işdən çıxdı, 6 ay müddətində ora qonaq kimi qayıda bilməz. Bilmirdim. Bəli, bu bizim misal üçün əsas qaydalarımızdan biridir. Əsasda otelçilikdə bu daha çoxdur. 6 ay müddətində qonaq kimi ora gələ bilmərsiniz. Bunu nəsə bir şey imzalatdırırsınız yoxsa? Yox, əlbəttə ki, heç kimin orada imzalatdırmayacaq. Necə tənzimlənir bu? Necə tənzimlənir?
ən azından deyilir Aha, ki, yəni gəlməməlisən. Bu çünki bizim daxili nizamnamədir. Aydın. Səbəb nədir? Bu insan misal üçün çıxdı, bir ay sonra ora qonaq olaraq gəlir. Aha. Gəldi ora oturdusa, avtomatik olaraq hamısı dost tanışdı axı. Yəni daha əvvəlki iş yoldaşlarıdır. Bəli. Misal üçün barista deyə bilər və ya barmen deyə bilər ki, bir dənə falan şey göndərək ona. Aşpaz deyə bilər ki, bir dənə göndərək misal üçün bu vurulmasın və ümumi olaraq disiplin pozulur, subordinasiya pozulur. Orada dəhşət dərəcədə beləncə çox maraqlı bir şəkildə xaos yaranır. Çünki uşaqlar da onu görmək istəyir. Hamı gedir bir-bir salamlaşır və s. Bu kimi bir məsələlər var. Amma bəs yaxşı, nəyə görə 6 ay? Niyə görə 6 aydan sonra gələ bilər? 6 ayda adam dəyişilir. Çünki 6 aydan sonra gələndə sfera elə bir bu sferanın bəlalı tərəfi odur ki, orada çalışanların 80% dəyişmiş olur. 6 ay sonra həmin kollektiv gəlir oturur. Hə, bəli. Olsun danışırlar ki, 6 ay sonra burada oturarıq. Ya bu beləlikçi bir şeydir. Yəni bəlli qoyulmuş qaydalar var və buna biraz riayət etmək lazım. Dediyim kimi sferamızın ən böyük problemi odur ki, bizim sferanı çox insan hələ də bir sənət olaraq görmür. Bəli. Amma Fransasında, İtaliyasında bu yaxınlara qədər, Türkiyəsində indi servis səviyyəsi biraz daha aşağı düşüb, amma əvvəllər çox daha yaxşı idi. Siz yəni 60, 65, 55, 50 yaşında masadarlar görə bilərdiniz. Hansı ki o türklər demişkən işinin ehlidir. Beləncə çox gözəl servislərini edirlər və s. yaxşı da. Eyni yerdə qalırlar elə bir. Hə, yes. Adam 20 illik eyni yerdə işləyir, 30 il eyni yerdə işləyir. Karyera xətti qura da bilər. Çünki mənim fikrimcə ofisiant və mən görmüşəm o adamları, işləmişəm də düz onun içində. Yəni baxırdım ki, mən var 17 yaşım, var 10-40 yaşı, amma o 10 ildir burdadır. Nə artmaq, administrator təklif edirlər, şadlıq sarayıdır. Təklif edir, mənim komfortum burdadır. Yəni atdı şeyə, abnoskan götürdü, dayandı. Amma belə deyim, bu belə deyək, hal-hazırdakı ofisiant və digər start vəzifələrdə olan insanların motivasiya olsun deyə deyirəm. Yəni məsəl üçün ofisiantsansa, sən bir həmçinin də satış işini təşkil edirsən və sən özün üçün satış karyerası da təşkil edə bilərsən. Burada məsələn işləyən adam onu orada edir. Başqa işləyən adam ücreti onsuz məzbur edir ki, mənim vəzifəmi artırır. O da görür ki, doğrudan layiqdir. İndi sırf personalın üzərinə yüklənməyə necə deyirlər? Bu işin bir də səhnənin qabağında olanlar. Yes. Bir də bu işin əlbəttə ki idarə etmə tərəfi var. Pərdə arxası adamlar. Bəli. Çox qəşəng bir söz var. Deyir ki, insanlar iş yerlərini tərk etmirlər. İnsanlar öz müdirlərini tərk edirlər. Gözəl. Bu birinci bir şey və bu bugünkü gün reallıqdır. Çünki bir ofisiant gəlir, siz birinci ofisiantla danışırsınız, çox yaxşı bir şəkildə deyirsiniz ki, bəs bu işi görəcəksiniz və bunun qarşılığında da bunu qazanacaqsınız. Adam da fikirləşir, deyir ki, okey, əla. Misal üçün, deyirsən ki, həftədə bir gün istirahət günün var və ya həftədə 2 gün istirahət günün var. Və sonra iş çox olur. 3 həftə ard-arda adamı öz day-offundan çağırırsan ki, bəs gəl bizə kömək lazımdır. Və ya misal üçün deyirəm, gecə smeni zibil atmaq onun şey deyil, vəzifə öhdəliyi deyil. Amma deyirsən ki, bəs bir dənə o zibildə at və s. və axır. Getdikcə o çəkən öküzü vurarlar. Söhbətinə gəlir, çıxır. Adam da yanaqda deyir ki, qardaş, yəni bağışlayın, mən belənçi danışmamışdım, çıxır gedir. Yəni bu balans qorunmalıdır. Vəzifə öhdəlikləri mütləq şəkildə bildirilməlidir. Sözləşmədə, yəni iş müqaviləsində bunların hamısı qeyd olunmalıdır əslində. Bəli. Və s. Amma təəssüf ki, yəni hər iki tərəfdən professionallaşmamışıq. Həm idarə etmə tərəfdən professionallaşmamışıq, həm də personal olaraq. Çünki qıraqdan nə edirsən, elə müdir prof kimi görsəni deyə başa düşdün. Amma heç kim də gedə bilmir ki, mən işə götürüm. Müdirdən əlavə bu işin ən problemli tərəflərindən biri də sahibkarlardır. Hə, o da var. Baxın, o tərəfi də var. Bir sahibkarla oturursunuz, görüşürsüz, birinci sizdən misal üçün deyir ki, səndən tək istəyim budur. Misal üçün satışın yüksəldilməsi. Satışı yüksəldirsən, ondan sonra deyir ki, keyfiyyətli. Yox, filan kəsi qov, xoşuma gəlmir. Uşaq bu mənim komandamdır. Yəni və ya şeydir, X bir şeyi bu şəkildə elə. Tipsləri belə bölmə, belə böl. Udan komandanı dəyişməz. Bundan sənə nə? Bəli. Yəni sən ayın axırında bax da ki, sən profitin nə qədər? Şey yoxdur, yəni səbir yoxdur. Bütün sahələrdə elə də. Səbirdən başqa bu insan nəfsi mi deyim mən buna, yoxsa belə deyim, hər şey idarə etmək var. Amma bu belə olmamalıdır da. Yəni bugünkü gün nə bilim bu
Elon Musk hər şey mi idarə edir? Təbii ki. Söhbət şeyə gedir. Bir dəfə Leyla xanım var bizdə o dizayn sferasında. O deyir ki, stomatoloq da özü oğlu stomatoloqdur da. Gəldi mənə deyir öz dizayn layihəsini verdi. Ondan sonra təminini də verdi mənə. Təmirdə deyir mənlə paralel mağazaya gedir, minbir xırdavata gedir, usta ilə danışmağa gedir, hər şeyə belə burnunu soxulur. Belə bir sən söhbət nədən gedir? Sən stomatoloqsan. Sən burada itirdiyin vaxtda deyir mən burada pul itirərəm deyənə ona görə mən burada idarə etməyə çalışıram. Ki birdən deyir ki sən bu dəqiqə 10 dənə klienti itirdin o tərəfdə. Bəli. Sən gəldin mənə baş qoşdun burada, amma burada işin gedə bilərdi. Bəli. Burada rahat gedə bilərdi. Sən burada nə bilim, deyək ki, alçıpanda 50 manat, 100 manat, 200 manat itirərsən deyənə, belə gəlsən mənimlə bir yerdə sən bacarmırsan, mən bazarlıq eləyim. Amma orada sən pasiyentin bir dənə implant 1600 manat məsəl üçün. O şey psixologiyasında ümumiyyətlə misal üçün bu day off'umda mən heç bir yerə getmirəm ki, puluma qənaət edeyim. Bir beləncə insanlar var. Bir də ki, qardaş mən gedirəm, amma burada getmək üçün mən daha çox qazanmalıyam. Çox gözəl. Mən ikinci variantı həmişə tərəfdarıyam. Həmişə o variantı gedir. Mən öz lüksümdən əl çəkmirəm. Bəli. Və bu lüksü daha yaxşılaşdırmaq üçün mən gedəcəm, daha çox çalışacağam, yəni daha çox qazanacağam. Xərcləyirəm deyənə Daha çox çalışacağam dediyimdə bu arada fiziki çalışmaq deyil, o çox qəşəng bir söz var da, deyir ki, deyir çox işləmək deyir, marifət olsaydı o eşək meşənin kralı olardı. Düzdür, eşək meşədə yaşamır, amma gedib orada kral var. Ora kimi gedir. Bu arada ümumiyyətlə aslan da meşədə yaşamır. Belə. Bu sahibkarla bağlı dediyin şeydə mən bir də ona münasibət bildireyim. Buyurun. Məncə vicdan bir çox məsələləri həll eləyir. Hətta professional olmasanız belə. Çünki mən siz danışdıqca təcrübəsiz vaxtlarım belə çox uzun bir illər boyu təcrübəm də yoxdur. Mən 5 ildir ki, sahibkarlıq fəaliyyətində məşğulam. Amma bəzi nüanslar gözümün qabağına gəlirdi ki, mənim xəbərdar eləmədiyim bəzi şeylər var idi. Onları özüm edirdim. Daha çox işləyirdim. Sonrakı təcrübə artdıqca yeni işçilərdə artıq onun bölgüsünü, əvvəldən xəbərdarlığını elədim, amma bunu eləmədiyim adamların yükünü mən daşıyırdım ki, əslində mən ona deməliydim, amma deməmişəm. Bəli. Ona görə də o yükləri daşıyırdım. Yəni belə sözün əsasında yük daşıyırdım. Deməyə utanmısan ki, birdən çox yükləyərəm zaten. İndinin özündə belə, indi olur ki, bəzən görürəm ki, uşaqlar ağır yük, ağır iş qrafikindədirlər, zibil tullamasına kimi falana. Yəni bu vicdan məsələsidir məncə. İndi təbii ki, hər işdə bu mümkün deyil, hər yaşda bu mümkün deyil ki, məsəl üçün bir 50 yaşda, 60 yaşda birinin zibili tullaması sahibkarın çox belə yaraşmayan görsənər. Mən bunu qəbul edirəm. Amma vicdan olduqda artıq bunu tədbirini görə bilir. Yeri gələndə onun üçün vəzifə ayıra bilər ki, məsələn zibili tullayan. Bildim. Ümumiyyətlə belə bir şeydir. Professional iş həyatı emosiyaları sevmir. Yəni biz emosiyaları bir qırağa qoymalıyıq və vəzifə bölgüləri olmalıdır. Bu zibil kim atmalıdırsa, bu işə qəbul zamanında buna zaten bildirilməlidir ki, qardaş sənin vəzifə öhdəliyin bu zibilin atılmasıdır və sən bunu atmalısan. Adam da razılaşırsa, burada artıq vicdanlılıq və ya vicdansızlıq deyə bir şey yoxdur. Belə bir şey. Vicdan dediyimiz şey nədir? Bu adam işləməlidir. Misal üçün 8 saat. Bunu 9 saat işlətdirmək artıq bu vicdansızlıqdır. Belənçi bir şey. Amma bu 8 saat ərzində vəzifə öhdəliklərinin içərisində əgər zibil atmaq varsa, şu atsın da. Yox, sözsüz. Mən bu professionallığın yetmədiyi yerdə, yəni professionallığın olmadığı bir yerdə vicdanın burada köməyə çatdığını demək istəyirəm. Yəni insanda vicdan varsa, deməz ki, atsın da. Maaş verirəm ona. Bu məncə vicdanın danışmadığı yerdir də. Necə? Bəs kim atsın? Yox. Bəlkə başa düşmədim. Yəqin ki, başa düşmədiniz. Məsəl üçün iş bölgüsünü elə bölmüsünüz ki, yeni başlamısınız. Bəli. Yanlış bölmüsünüz iş bölgüsünü. Bəli, yoxdur da yoxdur. Bu boş qalıb. Zibil tullamaq boş qalıb. Boş qalıbsa görək. Tamam, sağ ol. Mən sən olmaz uşaqlar, onu yazmamışdım. Mən də tullamaq istəmirəm. Abi, biz bunu unutduq da. Belim də ağrıyır. Görməyiniz uşaqlar. Yox, mən bunun tərəfdarıyam. Sənə belə baxıram, şeydir, güclü uşaq oxşuyursan. Baya olansın. Məncə, vicdan burada köməyə çatır.
Vicdan burada köməyə çata bilər. Əlavə olaraq misal üçün Məsələn, siz bir X misal X deyə, yəni- bildim. Yəni X bir işçiyə də baxırsınız ki, misal üçün bu işə ən uyğun şəxs kimdir? Deyirsiniz ki, bu vəzifə ötəliyi bəs bundan bəli. sonra sənindir. Bunun da qarşılığında sən bunu Bu maaş alacaqsan. artımı Hə. olmasa. Yəni maaş artımı ola bilər, nə bilim, gündə bir dənə kofe ola bilər. Ne jest də ola bilər. Hə, 10 personal yeməyin double eləyərsiniz. Sənə dua verirsən, çox Hə, şükür. sən çox Mən istəyirsən. işləyəndə triple yeyirdim də öz yeməyimi də. Yəni heç kim xəbər olmur. Belə palojdan qoydum belə şey. Bəli. Üstünə ötüb apardım o triple. Deməli biz danışdıq personaldan, biz Bəli. danışdıq idarə etmədən, Aha. yəni idarəçilərdən və danışdıq sahibkarlardan. Bəli. Bir də bu işin əlbəttə ki, qonaq tərəfi var. Bəli. Yəni qonaq davranışları. Aha. Buradan səslənirəm bütün qonaqlar necə Buyurun, deyərlər. buyurun. Qonaqlar da bir restorana gələndə restoran etikasına maksimum şəkildə riayət etməlidirlər. Aha. Baxın, birinci növbədə yenə dediyim kimi, insanlar görə bilərsiniz ki, çox vaxt bizi, məsəl üçün, yəni öz cəmaatımızı xariclərlə, nə bilim, fransızlarla, italyanlarla və ya ümumiyyətlə həmişə belə söz var da, xaricdə bu falan şey belə deyil. Xaricdə bəs məkanın şey belənçi Daha deyil. çox Avropa özü müqayisə olunur. Bəli, Avropada bəs bu belə deyil. Yaxşı, bir dənə sual çıxır ortaya. Siz Avropada masa üstündə dava eləyən qonaq görmüsünüzmü heç? Əla. Yəni bu çox bəsit bir şeydir. Çox Bizdə bu pəncərə kənarı sendromu deyirəm mən buna. Pəncərə kənarı sendromu deyə bir şey var. Hələ ki restorandan söhbət gedir. Restoran şeydirsə, siz deyin, biraz mənzərəlidirsə. Bəli. O pəncərə kənarının üstündə yəni qırğındır. Mən bunu görmüşəm öz gözümdən. Pəncərə kənarındakı qonaq qalxıb, bax, qalxıb masa hələ ki tam yığışdırılmayıb, səliqəyə salınmayıb və s. və axır. Qabını götürüb qaçıb gedib orada oturan olub. Siz bunu yaxşı Fransada, İtaliyada görə bilərsinizmi? Misal üçün. Yəni. Əgər biz qonaqlar olaraq, indi qonaq tərəfinə keçəndə, qonaqlar olaraq bəzi şeylərin yüksək səviyyədə olmasını istəyiriksə, bu birinci biraz da özümüz yüksək səviyyədə olaq da, qapıdan içəri girilir. Hostes xanım var. Hostes xanım deyir ki, misal üçün axşamınız xeyir, xoş gəlmisiniz. Oldu. Keçir gedir. Orada bir gözlə, sənə yer ayrılıbmı, ayrılmayıbmı? Bir dəqiqə dayan, bir səbir ol. Xanım sizin əlində senin planşetlə də yaxınlaşır, salamlaşır. Hə, salam əleykum. Salam əleykum, çıxır gedir. Bu adam bilmir onun vəzifəsi nədir. Bəli. O elə bilir ki, prosta kurtkamı götürüb asacam maksimumda. Eləncidir. Çatmır ona. Deyir bir dayan, bir nəfəs al, bir dayan görə söhbət nədir? Niyə bu qədər tələsirik? Sonra da face control-la dress code-dan inciyirlər cəmaət ki, məni bura buraxmadı. Bəli. Buraxmazlar da qardaşlar. Tipindən görsən ki, sən heç kimi hörmət eləməyəcəksən orada məsəl üçün də. Eləncidir, düzdür, elədir. Sonra misal üçün restorana gəlirlər. Bu qapıdakı birinci davranış. Bu hostes varsa sadəcə bir dayanın. Bəli. Bəlkə sadəcə sizlə ümumiyyətlə söhbət eləmək istəyir bir insan. Bir dayan da, nə olub? Yəni sonrasında masa üzərində, baxın, masalar ayrılır. Masalar necə ayrılır da ümumiyyətlə? Bir restorana zənglər gəlir, rezervasiyalar olunur və s. və axır yerlər bron olunur və siz insan sayına görə masaları ümumiyyətlə maket yığılır orada və o gün salonu o maketə görə qurursunuz. Hamı üçün siz 3 nəfərdir, bu 3 nəfər burada oturacaq, bu 4 nəfər 4 nəfər burada oturacaq. Hə və s. və axır. Söhbət sırf belə rezervasiyanın daha çox işləyən restoranlardan gedir də belənçi deyil. Sonra gəlir, dayanır, misal üçün masanın başındakı masanı bəyənmədim. Yəni nəyin bəyənmədim? Materialımı bəyənmədim. Yəni masanın nəyin bəyənmədim? Bura nə üçün gəlmisiniz? Ümumiyyətlə yemək mi gəlmisiniz, yoxsa nə üçün gəlmisiniz? Və bir də müşahidə edə bilərsiniz, əgər bir qonaq başdan problem yaradıbsa, bilmirəm, o ilahi ədalətdirmi, yoxsa nədirsə, onun yeməyi də geç çıxır. Onun nəsə də yaddan çıxır. Yəni nəsə bir şey olur. Məncə nəsə bir şey o olur. gün neqativdən hərəkət eləyir. Bəli. O gün ərzində hər şeyi belə. Bir də ki part adam da elə yeməyə gec çıxacaq, nə. Bəli. Bir şey deyə bilmirsən ona. Bir də ki bir şey var da, restorana tələsməyə mi gəlirsiniz? Çox gözəl. Bir də nə qədər vacin adamsan. Ara tələs. Yox. Əlbəttə bütün qonaqlar bizim üçün çox önəmli söhbəti yox. Problem yaradan adam. Nə qədər vacin. Sən kimsən? Var elə adamlar. Yox, sadəcə məsələdir. Baxın, Onsuz da kimsə olan onu eləmir. ac insan psixologiyasını biz başa düşürük. Bu öz yerindədir. Ac insan tamamilə fərqli düşünür, fərqli bir şeydir. Ona görə də fine dining restoranlarda ümumiyyətlə hansı restoranlar ki, orada
yemək çıxma müddəti uzundur. Bəli. Siz ora gedib görə bilərsiniz ki, orada o qədər detallar var restoranda. Dəhşətli dərəcədə çoxlu detallar var. Misal üçün, rəsm əsərləri ola bilər, lüstrlər çox fərqli ola bilər və s. Bu sırf sənin başını qarışdırmaq üçündür. Beləncə bir şeydir. Və ya gəldi, oturdu, sifariş verildi. Sifariş veriləndən sonra zaten amüşbüz dediyimiz bir şey var. Bu deməli iştah açıcı əslində öncədən ikram olunan bir şeydir. Mən onu çörəklə yeyib doyuram. Yox, o xırda bir şeylər olur. Məsəl üçün tapanada dediyimiz var. Tapanada nədir, qurudulmuş pomidordur, bibərdir, zeytun yağıdır və s. Biz bunları qarışdırırsınız. Daha çox turşuluğu olan bir şeylər. İsti çörəklə verirsiniz, aperitif kimi insanlar onun dadına baxır. Həm bu sizin o ilkin aclığınızı necə deyirlər, yatızdıran, eyni zamanda iştah açıcı şeylərdir. Məzələrdir. Məzəmi deyək buna. Və yenə dediyim kimi, indi sözümü nəyə gətirirəm? Bir evdə yeməyin hazırlanması, biz bilirik ki, misal üçün bu uzun müddətdir. Restoranlarda daha tez olur. Ona görə ki, siz bunu əvvəlcədən zaten hazırlayırsınız. Yəni bəlli bir hazırlığı var yeməyin. Ən sonda yeməyin 15 dəqiqəlik bir proseduru qalır. Yəni zaqatovkanı edirsiniz, 15 dəqiqə ərzində yeməyi edirsiniz, çıxardırsınız. Bu yeməkdən yeməyə görə dəyişir əlbəttə ki. 25 dəqiqəyə çıxan yeməklər də var, 15 dəqiqəyə çıxan yeməklər də var. Amma ümumi olaraq, yenə dediyim kimi, mən həmişə başa düşmədiyim şeylərdən biri odur ki, restoranda qarşı tələsməyə mi gəlmisiniz? Gəlmişsə bir rahat oturun. Səhər yeməyində başa düşürəm. Səhər yeməyində belə bir şey var ki, insan durub səhər-səhərdir, biraz acıdır. Bundan sonra işi də var hələ, məsəl üçün belə deyək. Bəli. O misal üçün ola biləcək bir şeydir. Siz nəzərdə tutduğunuz restoranda çox güman ki 6-dan 7-dən sonra gələn qonaqlar. Yes. Sən bundan sonra canlı musiqi var. Ondan həzzal, nə bilim. Tələsirəmsə McDonald's-da, yəni. Yanındakı, ətrafındakı dostlarınla, tanışlarınla bir söhbət elə, nə bilim, bir şənlən. Bəli. Abi nədir burada məsələ? Yəni nə üçün bu şeydə qədər deyil, tələsik? o atmosferdə deyil çünki o. Bir də məncə o sizin bayaq çöldə mənə dediyiniz tələsirik. Çox tələsirik. Bəli. Və gecikirik. Bir də məcbur gələnlər var. Məsəl üçün 2 nəfərdən biri məcbur gəlib. Onu davamlı mən bura gəlmək istəmirəm. Beləncə. İşim var, uşaqlar gözləyir. Yəni belədir. Sonrasında başqa deməli nəyə danışa bilərik? Şikayət bildirmə məsələləri. Baxın, bu çox önəmli mövzudur. Ümumiyyətlə bu videolardan birində də var ki, mən orada danışmışam ki, hansı hallarda biz yeməyi geri qaytara bilərik. Bu hansı hallardır? Bir, siz X bir yemək sifariş vermisiniz, onun yerinə başqa bir yemək gəlib. Bu başqa bir şeydir. Yemək çox isti olmalı idi, ta ki bir sup, bu çox isti olmalı, supu gətiriblər, sup soyuqdur. Okey, siz bunu dala qaytara bilərsiniz. Yeməyin içindən yad cisimlər çıxıbsa. Təbii ki. Bu adi saçda ola bilər, misal üçün bir qırıntı da ola bilər və s. Və ya yemək gəlib, siz ta ki toyuq yeməyidir, baxırsınız ki, ətlə qaralıb ət və s. Yəni və ya kəskin şəkildə belə hiss edirsiniz ki, bir xarablıq qoxusu var yeməkdə. Bu yeməklərə əlbəttə ki, tamamilə haqqınızdır, siz bu yeməkləri geri qaytarın. Amma deyir ki, mənim ağız dadıma uyğun deyil. Xoşuma gəlmədi. Xoşuma gəlmədi. Yəni dərinə keçirmi ki, birinci dəfə deyir. Prosta gözləntisi başqa şey olur. Yox, zaten eləncə olur da. Gözləntisi başqa şey olub onun, Abi sən experience-ları bu qədər şeysənsə, qapalısansa. Bəli. Eləmə də bildiyin bax şeydir. Bax da Instagram futblogerlərə bax, gəl. Yəni onlara bax sonra gəl də. Onlar da hər şey bəyənir. Yəni şeydir, dolma bu yedə. Nə üçün başqa bir yemək sifariş edirsən ki? Düz. Yeyirsənsə də ki, buna uyğunlaş da. Çək qırağa ki, da okey. Ya mənim ağız dadıma uyğun deyil ki, mən öz başıma da gəlib. Mən bir yeməyi istəmişəm, təcrübədən keçirdim. Təcrübədən keçmişəm, görmüşəm mənlik deyil. Çəkmişəm, qonşum qırağada, və salam başqa yemək sifariş eləmişəm. Bəli. Onun da pulunu ödəyirik, bunun da pulunu ödəyirik. Bəli, təbii ki. Məcburiyyətindəyik, məcburuq. Yəni mənim ağız dadıma uyğun gəlmədi. Neyə indi bunu? Yox, olub mən də məsələn oturmuşam tam Nihat Mirzə şey mən göyərti məsələn yeyəndə baxmadım menyuda zakaz edəndə ki, bunun tərkibində göyərtisi də var məsələn. Məsələn qaldı qıraqda, amma mən onu heç kimdə günahkar görəm, bunun içində göyərti var. Get göyərti istəmirəm. Otururam qıraqda. Yox, şey olur. Məsəl üçün olub o məsələ ki, məsəl üçün ta ki bizdən X bir yemək istəyirlər və bu yemək soğansız mümkün deyil də. Sonra gəlir, soğan var idi, bu soğanı götürə bilərsinizmi bunun içindən?
O soğan da onun içində karamelizə olunub, 1000 parçaya ayrılıb. Pinsetlə soğanmı ayıracam onun üçün? Hətta mən məsəl üçün şeydə oturanda bir dəfə burger yerində indi yoldaşımla oturmuşam. Deyirəm nə olar? Onlara deyək ki, falan şey vurmasın. Deyirəm o əvvəldən hazırlanıb qoyulub orada. Bir dənə prosta çörəkləri bir dənə qapaq elədilər, verdilər də. Yəni. Mən deyirəm o istəyirəm də amma. Okey, belə şeylər var orada. Yəni beləncə bir şeydir. Sonra şikayət bildirirlər, misal üçün deyirlər ki, bir dəfə başımıza gəldi. Deməli, sual verirəm ki, ümumiyyətlə təəssüratlarınız maraqlıdır yeməklər haqqında və s. və axır. Belə baxdı, qayıtdı ki, zəifdir. Belə. Kimdən? Hə. Orada çox sual çıxa bilər də. Ki, tam olaraq nə? Tam olaraq nə? Necə? Dedi zəifdir. Mən də dedim ki, bəs üzr istəyirəm. Tam olaraq belə dedim. Dedim ki, tam olaraq zəif olan nöqtələr hansılardır? Siz məndən spoilersiniz. Yox, sağ olsun, onu demədi. Belə baxdı, bu sualı gözləmirdi. Baxdı, fikirləşdi. Axırda qayıtdı ki, misal üçün isti yeməklər zəif idi. Beləcə. Dedim, artıq orada çox bir şey deyə bilmirsiniz əlbəttə ki. Təbii ki. Çünki burada kriz kontrol söhbəti ortaya girir və siz sadəcə baş vermiş hadisəyə görə, baş vermiş hala görə üzr istəyib geri çəkilirsiniz və mütləq şəkildə bunu düzəldəcəyinizi bildirirsiniz. Qismət olsa növbəti səfər görürsək, əmin olun ki, bu çox daha yaxşı olacaq və s. və s. Təbii ki. Deyib geri çəkilməliyik. Başqa bir variantımız yoxdur. Bu podkast olduğu üçün biraz səmimi söhbətlərdir. Necə deyərlər? Xahiş edib belə eləməyin. Bu günləri başımıza gələn məsələdir. Buket çatdırılıb dünənləri axşam 7-8 radələrində. Biz axşam 10-a kimi işləyirik. Bu bilinir. Müştəri də, yəni birinci dəfə alış edən müştəri deyil. Bu günlər səhər yazıb ki, buket tozluydu. Tozlu idi. Bəli. Silkələ. Soruşduq ki, necə yəni tozlu idi? Yəni bu buketin kağız hissəsi tozlu idi, gülü tozlu idi yoxsa yox? Dəqiqləşdirim dəqiqə. Deyəm ki, şəkil çəkmişdim, sildim. Yoxdur, bir əsas yoxdur da, məsələdə əsas yoxdur. Ona əvvəlki yazışmalara baxırıq ki, o yazışmalarda... Yazarın sən yandansan ayrılır. Ona əvvəlki yazışmalarda, bilməm, bunu görmüsünüz yoxsa yox, sizin sahədə yəqin ki, elə şeylər olmur. İrad bildirirlər ki, qiymət düşsün aşağı. Sizin sahədə yəqin ki, bu... Olur, bizdə də olur. Bizdə də belə bir şey olur da, belə deyək. Bizdə də belə bir şey var, misal üçün, ən bəsitini deyim. Siz bir restoran açırsınız. Ətrafdakı restoran və ya rəqib restoranlardan misal üçün qonaqlar gəlir. Daha doğrusu rəqib restoranın sahibkarının tapşırığı ilə gəlir o qonaqlar və gəlir sizdəki hər şeyi pisləyirlər. Yəni yemək yeyir, bu pisdir, o pisdir, xidmət sıfırdır və s. və axır. Çox olur. Oteldə də məsələn otel işlədirsən, qonşu otel girir, o sayt var adı yadımdan çıxır. TripAdvisor yox, o şey Bookingdə sənin kommentlər yazır. O indi mən onu məsələn özümdən bilirəm ki, hansı oteldən çıxsam heç vaxt yazmaram ora. Görürsən doludur. Səliqəli, qrammatik, səhvsiz yazır. Yox, Bookingdə komment bildirmək üçün siz gedib orada mütləq şəkildə qalmalısınız. Yəni rezerv edirsiniz, pulu ödəyirsiniz. Çıxışdan sonra Booking özü sizə zaten request göndərir, yəni sorğu göndərir. Amma variantlar var, ola bilər. Amma məsəl üçün Google-da elə deyil bildiyim qədərilə. Google-da girib X bir yer haqqında siz məlumat yaza bilirsiniz. Bəli. Elə bir şey. Yox, mən daha çox belə rating belə deyə də formalaşdırmaq üçün olanı demirəm. Yerindəcə alış vaxtı Bəli. Şeyə daxil olur ki, bir güya narazıçılığını nümayiş etdirir ki, hansısa bir endirim alsın. Xüsusilə onu bəyənmirəm. Düzdür. Siz deyəcəksiniz ki, bu hospitality qayda qanunlarına uyğun deyil və s. Amma xüsusilə bəyənmədiyim üçün xüsusilə o insanlara sadəcə pulunu geri qaytarıb bir də xüsusi müştəri siyahımız var bizim. O müştəri siyahısı, yəni qara müştəri siyahımız var. Onları deyirik ki, işləmək istəmədik. Ya deyirik, hansı bəhanə ilə qəbul eləmirik, ya da ki, açıq-aşkar deyirik ki, yəni biz sizə satış eləməyəcəyik də. Çünki bu insan, mən inanıram ki, artıq bəzi dəyərləri çox belə yoxdur deyə bu insan heç nədən mənim əziyyət çəkdiyim və bizim komandanın əziyyət çəkdiyi işə məhsulu gedib pisləyə bilər. Artıq bu adamın düzgün dəyərləri yoxdur axı. Bəli. Ona görə mən ona xidmət göstərməməyin tərəfdarıyam ki, heç olmasa geçsin pisləsin ki, mənə çatmırlar.
Aydındır. Yəni ən Bəli. azından məni buraxmırlar orada. Heç olmasa orada sual çıxar ki, Hə, qardaş, ki, sənə sən- niyə satmırlar? Yəni ki, səndə də problem var da ki, Nə məsələ? yəni niyə satmasın, pul qazanır da. Ona görə mən bu yolu düzgün tuturam. Bilmirəm indi sizin qaydalara uyğun gəlir yoxsa yox. Yox, hospitality-yə bu uyğun gəlmir əlbəttə ki. Belə bir şeydir ki, biz əslində içəriyə daxil olan bütün qonaqlara xidmət göstərməyə məcburiyyətindəyik. Lakin elə bir hallar baş verə bilər ki, bəli, əlbəttə bizdə də blacklistlər var və sair və axır biz o qonağı bir daha qəbul etmirik. Qanuni olaraq Əslində mənim bildiyim xidmət qədərlə göstərməliyik. əslində xidmət göstərməliyik, bəli. Amma xidmət göstərmədiyimiz halda da o zaman bu işə də səhv eləmirəmsə istehlakçıların haqqlarının qorunması qurumu deyə bir yer var. Yox, anti-inhisar deyil. Anti-inhisar hə, O başqa müştəriyə, bir şey. hə, o qonağın haqlarını qoruyur, hə. İstehlakçı hüquqlarının qorunması qurumudur, yoxsa nəsə Aydındır, belə bir şey. aydındır. Yəni gedib ora şikayət edə bilər. Biz də fakt qoyuruq da ortaya bu adamı. Hə. Bu adam hər şey İzahımız var da. narazıdır. Mən sizi bezmişəm da narazıyam. İzahımız var da, niyə gedib buraxmırıq? Yox, məsəl üçün amma baxır da necə bir şeydir. Əgər bir yaşayış obyektində, bir restoranda bir qonaq dava salsa, necə deyirlər, o zaman bu iş zaten polislik olmuş olur. Bəli, bəli. Bu artıq başqa bir məsələdir. Belə bir şeydir. Sözsüz. Amma qonaq bəlli narazıçılıq çıxardı və sair və axır və ona görə hansısa sahibkar deyirsə ki, yox, vəbşə mənim bu xoşuma gəlmədi, bunu götürməyim, bir də bu bura gəlməsin və sair və axırda. Bu da qanunsuzdur. Yəni belə şey Bəli, olmamalıdır. qanunsuzdur. Belə Yəni bir də şey. siz deyirsiniz ki, podkastın səviyyəti. Hə, bu qanunsuzdur. Amma nəticə etibarilə heç kim dava salmasın. Bəli, bəli. Xahiş edirik və çox xahiş edirik. İyaşə obyektlərinə ümumiyyətlə baxın, mən əlbəttə ki, bu məzarlıqlar xaric necə deyirlər. Yəqin ki, hamı xoş gün üçün gül alır da. Bəli. Düzdürmü? Bəli. Və bir şeyin bu o deməkdir ki, siz gül alırsınız ki, kimisə xoşbəxt eləyəsiniz. Yes. Düzdürmü? Elə olmalı idi. Elə olmalı idi da. Yəni məntiq Bəli. budur da 90% ehtimalla. Yəni orada nə üçün əsəbləşirsən ki? Niyə bu tərəfi psixo eləyib sonra o tərəfi? Hə. Yəni burdakı problem nədir? Hə, gülün keyfiyyəti pis olar və sair və axırı öz iradlarınızı bildirərsiniz. Bu başqa bir şeydir. Eyni zamanda restoranda Doymağa, əylənməyə gəlmisiniz. hətta doymağa və əylənməyə də əylənin və doyun da. Yəni Kifayət eləyir mən. hə, niyə rahat deyilik orada? Mən sorğulamırıq nə istədiyimizi. Bir də ki, belə bir problemlər var. Bilirsiniz necədir? Məsəl üçün mən özüm əgər tam səmimi deyirəm, mən özüm sahibkar olsam, indi beynimdə bəlli bir konsept var. Bəli. O konsept elə bir konseptdir ki, orada hamı, yəni bu daily kafe olmalıdır və hamı dress code istədiyi şəkildə gələ bilər. Məsəl üçün, hamı özünü çox rahat hiss etməlidir. Elə bir yer olmalı ki, heç kim orada özünü nə idi adı? Kompleksə düşməsin. Ev havası biraz. Ev havası deməyək buna. Ümumiyyətlə gələn qonaq kompleksə düşməsin. Bizi siz yalnız Nə oxuyacaqsınız. nə qiymətə görə kompleksə düşməsin, nə atmosferə görə kompleksə düşməsin. Məsəl üçün bəlli restoranlar var ki, siz ora yəni smokingdə getməlisiniz. Bəli. Çünki əks halda siz kompleksə düşə bilərsiniz. Ki bu nədir? Hara Bu gəlib kim? düşmüşəm? Belənçi. İnsanların baxışı da onu deyəcək ki, bu kimdir? Yəsələnçidir. Nəticə etibarilə mən həqiqətən dediyim kimi qonaqların kompleksə düşməməyini istəyirəm. Bu əslində belə deyək də restoran konseptindən asılı olmayaraq. Düzdür, siz bilirsiniz ki, bəlli restoran var, siz orada dress code var. Bu dressə uyğun getməz. Bunu eləmisənsə, artıq içəridəsənsə, nəyin kompleksini yaşayırıq? Və bu komplekslər bizə məcbur eləyir ki, və yanındakı o qonaq tipləri dediyimiz şeydə burada çox danışılır da bundan. Yandakı insanlar var, onlara sırf bəzən onların üzərində öz hökmranlığını göstərmək üçün adam masadarla pis davrana bilər. Belə ki, masadarla kobud danışa bilər. Görmüşəm ki, kənardan bir neçə buradakı, görmüşəm. yəni burada lider mənəm. Bəli. Mən sizlə də belə davrana bilərəm, onunla da belə davrana bilərəm. Bunlar əlbəttə ki, şeydir. Yaxında 9-cu mikrorayonda bir dənə çay evinə getdim. Çay evində nəyə görə getmişəm? Müştəridir. Zəng edib danışdıq, gəlməlidir ofisə. Ofisdə görüş təyin eləməkdir. Dizayn, təmir bu işlə bağlı. Bəli. Danışdıq, dedi ki, mən dedim obyektdən çıxıram. Hansı tərəfdəsən? Dedim mən də elə mikrorayon dedim. 9-cu mikrorayonda mənim öz yerim var, gəl bura. Öz yeri də okey. Getdim, oturmuşuq, müştəri ilə danışıq, söhbət edirik. Ofisiant gəldi. Çox əminəm ki, deyir, görməmişəm, amma sübut eləyə bilirəm. Yəni sübut eləyə bilmirəm, amma bilirəm də, bunu əminəm ona ki. O yarım saat əvvəl onunla elə danışmırdı.
bu nə çaydır məsəl üçün də. Gün mən şey eləyir, nəyisə Hə, belə güc yaxşı göstərir. yox, Bəli, mənə bəli. yaxşı çay versin deyən, hə. Qaqaşı məsəl üçün bildiyin, yəni söyməsə belə alçaldır da, başa düşürsən. Qaqaş da üzr istəyirsən beləsən. Bu həmişəki variantdandır güya, nə belə elə ora. Mən Allahın dostum belə bomba danışdım klientdən ki, həbsə okeydə işləyəcəksə. Durdum çıxdım getdim, ondan sonra telefonumu götürmədim. Bildim ki, bu saat mənə heç nə yox. 20 manat, yes, 20 manat pul mütləq versən şəkildə baxın. dizaynla. O mənlə də eyni cür davranacaq. Bəli. Deməli, Mən dəyişə hə, məsələ nədir? Deyir ki, bir insanın ümumiyyətlə kimliyini bilmək istəyirsə, ona xidmət göstərən insanlarla necə davrandığına baxın. Yəni Gözəl. bu adam Gözəl kriteriyadır. sizə xidmət yəni ona xidmət göstərən adamla pis davranırsa, onu alçaldırsa, sırf o buna xidmət göstərir deyə bundan daha aşağı olduğunu düşünürsə, yəni bu adamla ümumiyyətlə yola çıxmaq lazımdır. Problemli adam. Yəni bu problemli adamdır mütləq Bu səbəbə şəkildə. yenə deyirəm, mən də xidmət göstərəcəm də ona. Eyni xidməti çay verdiyi kimi mən də xidmət göstərəcəm. Əlbəttə ki, əlbəttə ki. Mən elə bir ki, bir dənə avans ödəniş karta düşən kimi o mənlə Yanında bir dostuna gəlib deyəcək, "Buna çertiyorsun." Buna çertiyorsun. Bu belə olmurdu. Xəbərdarlıq edir. Əslində yaxşı insandır. Xəbərdarlıq edir ki, mən xəbərdarlıq belə edir ki. istəyirsən işləyək. Amma indi mən də o tərəfdən düzgün saymıram. Mən telefonunu götürürəm. Amma ki mənim də Yox, xəstəliyim oldu. Mən yox, durub yox. orada bir söz deyəməyəcəm. Sağ ol, amma mən özüm üçün, yəni mən səni işləməyəcəm də. Yes, yes, bəli. Belədir, şikayətlər həmişə olacaq, problemlər həmişə olacaq, İnsan istisnalar faktoru varsa həmişə olacaq. Bəli, insan faktoru varsa bunlar hamısı olacaq. Amma ümumiyyətlə bizdə bizim çox gözəl bir sözümüz var. Bunu təlimlərdə də bildiririk. Deyirik ki, uğurlu bir brendin göstəriciləri şikayətlərin olub-olmaması deyil. Aha. Uğurlu bir brendin göstəricisinin şikayətlərin əvvəlkilərlə eyni olub-olmamasıdır. Çox gözəl. Yəni ki, şikayət həmişə olacaq. Şikayət Problem həmişə həmişə var. var, Amma biz bunların üzərində işləyiriksə, bunları həll ediriksə, deməli biz uğurlu bir brendik. Və ya uğurlu olacaq. Yox, əgər bir qonaq gəlib bugünkü gün bizim misal üçün X bir şeydən şikayət edirsə və bir həftə sonra, bir ay sonra, bir il sonra gəlib yenə eyni şeydən şikayət edirsə, deməli zaten bu bir il sonra olmur, çünki o süquta uğrayır, necə deyirlər. Bəli. İntensiv olaraq eyni problemdən Bəli, danışırsa. eyni problemdən danışırıqsa, o zaman burada yəni problem var. Əsl sözün əsl mənasında. Bəli, razıyam. Problem var. Önəmli olan məsələ nədir? Həmişə pozitiv oluruq, neqativə yüklənmirik. Nə olursa olsun biz yəni öz işimizə baxırıq, öz yolumuzdan dönmürük. Daha doğrusu yəni doğru olan yoldan dönmürük belə şey. Düzdür, bu doğruluq da nisbidir. Kimə görə necə və s. axır, amma standartlar var da. Məsəl üçün mən X bir yerdə işləyəndə həmişə deyirəm bu qurumda heç vaxt ilqarın istəkləri deyə bir şey olmayacaq. Standartlar var. Bəli, və standartların istəkləri var və hamı buna uymalıdır. Bu da əvvəlcədən yazılıb zaten. Məsəl üçün disiplin qaydalarında bizdə 63 maddədən ibarətdir. Orada hər şey yazılıb. Adi bir şey, məsəl üçün. Personal bir-birinə ləqəb taxa bilməz. Super. Yəni olur da bu bütün iş yerlərində olur. Məsəl üçün biri açıq taxın, ona açqalik deyirlər. Falan kəsin. Birinin üzündə xal var, ona xallı deyirlər və sair və axır. Və bu disiplin qaydaları bitəndən sonra həmişə bildirirəm ki, baxın, əgər kənarın bizə hörmət eləməyini istəyiriksə, biz birinci özümüzə hörmət eləməliyik. Bəli. Əgər bir qonaq görürsə ki, məsəl üçün bir masadar digər masadara orada filan kəs və ya nə bilim Kifayət qədər səmimi müraciət. Hə. Kifayət qədər səmimi müraciət edirsə, Bəli. orada ciddiyyət itir. Beləncidir. Amma görsə ki, bir masadar digərinə siz deyə xitab edir və ya hətta öz aralarında belə. və ya filan kəs bəy olaraq xitab edir. Bu artıq çəkinəcək ona qaqaş deməyə. Və ya qardaş deməyə. Yəni bayaqki söhbətimiz bu idi, o xidmət səviyyəsi məsələsi. Mən özüm də o birinci qarşılayan xanım baxıram ki, məsələn, ofisiant necə danışacaqsa, orada burada təyin edirsən ki, vəziyyət nədir. Bəli. Yəni o deyəcək ki, tez ol nəsə filan şeylə bilsən ki, hə burada biraz mən qaqaş deyə bilərəm bu. Beləncidir. Amma o düşünür ki, hə məsələn filan kəs bəy, Nihat bəyə bir dənə xidmət məsəl üçün də bu stolunu göstərin ona. Orada sən Nihat bəysən, o da bəydir. Yəni o söhbət o elə də gedəcək axıra. Bəylər yığır. Bəli. Telefon zəngləri, məsəl üçün telefon zəngləri bizim üçün çox önəmli olan bir şeydir. Telefon zənglərinin cavablandırılması məsələsi var. Biz deyirik ki, mütləq şəkildə telefon əgər zəng gəlirsə 3-cü qudoqa qədər götürülməlidir. Çünki 3-cü qudoqdan sonra əgər götürülmürsə, bu daha çox gedirsə, o zaman
qarşı tərəfdə artıq belə sizin şirkətə qarşı, sizin restorana qarşı qeyri-ciddilik yaranır. Bəli. Ki bunlar telefona belə baxmırlar. Mənim ağlıma başqa şey gəlir. Buyurun. 4-cü, 5-ci qudokda fikirləşəm ki, yəqin adam çoxdur, indi götürsə də deyəcək ki, yer yoxdur, ya da adam çoxdur deyənə götürmür rezervasiya. Adboy başqa yerə yığdım. Düz deyirsən. Biz Birinci avtomatik ağlıma olaraq gəlmir belə- yəni yəni həmişə. nəticə etibarilə avtomatik olaraq qaçırtdırmır. İtişləri qaçır və Qaçırtdı. mən daha çox o fikirlə razıyam. Yəni bir çox adamlar oraya şey eləyəcək ki, yəni burada bu zənglərə cavab verəcək adam yoxdur ki, Bəli. hal-hazırda məşğul. Mənim ağlıma ancaq o gəlir ki, gözləyirik bu məsəl dəqiqə üçün. orada şey kaniteldir, aləm dəqiq mənim telefon var, yanda zad Ola bilər. Yəni qarşı tərəfi bilmir. Qarşı tərəfin ağlına hər bir şey gələ bilər. Onun üçün mütləq şəkildə 3-cü qudoka qədər telefon götürülməlidir. Və əsas məsələ götürdük. Bu ilkin salamlama necə olmalıdır? Biz standartda deyirik ki, əgər səhər saat misal üçün deyək ki, restoran 9-da açılır, 9-dan 11-ə qədərdirsə və ya 12-yə qədərdirsə belə deyək. Bəli. Sabahınız xeyir deyilməlidir. 12-dən 6-ya qədərdirsə hər vaxtınız xeyir, 6-dan sonrası axşamınız xeyir. Və bu misal üçün necə olur? Deyək ki, indi hal-hazırda bir kafe adı fikirləşək, üzbəüz kafe. Beləncə. Biz götürürük sabahınız xeyir, üzbəüz kafe, buyurun mən İlqar. Yəni sizə necə kömək edə bilərəm? Bu şəkildə olmalıdır. Bu şəkildə olanda nə olur? Qarşı tərəf yenə dediyimiz kimi bir siz telefon tez cavablandırdınız. Sizə qarşı tam artıq ciddi bir fikirdədir. İkinci gördü ki, salamlama çox düzgün bir şəkildədir. Sizə telefon götürüb salam aleykum, salam məleykim. Hə. Bir də şey də var da. Alo. Alo, belə eləyir. Məsələn, deyirəm ki, filan restoranda. Hə, gələcəm ona. Deməli, utana deyirəm. deyir ki, bəs şeydir, götürdü, sabahınız xeyir, hara zəng elədiyini dedi, kiminlə danışdığını dedi və sair və axır. Bütün məlumatları verdi. Artıq indi qonağın nə istədiyini gözləyirik. Düzdürmü? Yer istəyə bilər, menyu haqqında istəyə bilər, şəkillər İşini sizdən istəyə rahatlaşdırdıq da, bilər bir və dənə sair yaz və ki, nə axır. istəyirəm. Bəli. Amma yer də var ki, dediyimiz kimi zəng edirsiniz ya götürmürlər ya da götürürlər. Götürür çox başıma gəlib. Götürüb alo. Deyirəm ki, deyəsən ev telefonu yığmış. adam o əslində o qədər belə stres yaşayırsan ki, ay da hara zəng edir? Şey, Nazadı. O cümlə də. Yəni o vəziyyətə düşürsüz. Götürür, alo. Deyir ki, üzr istəyirəm. Falan yerə zəng eləmişəm. Deyir, hə, falan yerə zəng. Deyir də bəs. Mən bunu mən soruşmalıyım. Bağışlayın. Narahat eləyirəm sizi. Birdən də Dostum vermişdi. Bir dənə də şeyim olur, belə kompüter qabandıqdan baxıram nömrə. Onu hər dəfə yaşayıram. Səhv yeyirəm. Eləci olur. Özdə elə yerlər də adam gözləntilər var da. Bəli. Elə yer var ki, oradan onsa onu gözləyirsən. Alo deyən kimi sənə qaqaşması falan şey gəlir. 3 dənə Bəli. Bir də elə yerlər var ki, bir də elə yerlər var ki, sən gəlirsən, o sənə alo deyib gözləyəndə qalırsan belə ki, sən də. Hə, yəni və dediyiniz kimi adam o əsnada fikirləşir ki, bəlkə ümumiyyətlə düzgün yerə zəng eləməmişəm. Bəli. Bir də həmçinin olduğum bu aralar belə yerlər var. Pub tipli. Düzdür, başa düşürəm 5-ci, 6-cı gün hosting çox olur da, adam girişi çox olur. Yığırsan məsəl üçün 4-cü gün daha yığmışam ki, sabaha bəs oturmaq istəyirik. Deyir gərək 1-ci gün yığardın. O mənim heç ağlıma gəlməzdi ki, mən 1-ci gün yığıb 5-ci günə restoran rezerv edəcəm. Hətta bir də mən 1-ci gündən etibarən onun stresini nəyə görə yaşamalıyam ki, mən bax orada yer rezerv eləmişəm. Beynimdə nə üçün olmuş? Adını yer eləməliyəm. Onu yeni zad qeyd eləyəndə eləyir deyə Onu demək lazım deyil. Onu demək məncə qeyri-etikdir. 1-ci gün yığardın. Yo dedim, dedi, yo bizdə 5-ci gün deyir otur. Yo, mədəni deyir ha qız. Deyir ki, 5-ci gün oturmazsansa 1-ci gün deməlisiniz ki, ən azından. Yəni yerlərimiz çox tez dolur. Sən bu gün 4-cü gün yığmısan, amma ki sən sabah yer tapa bilməyəcəksən. Başa düşdüm. Yəni heç gəlmə bu tərəfə başa düşdün. Bir neçə dənə şey var, onu deyərəm ondan. Qalırsan belə ki, bəs necə oturmam mən orada? Hə, yəni bəzi top obyektlər var. Uğurlu biznes. Uğurlu biznesin də əsas səbəblərindən biri, yəni dediyimiz kimi obyekt gəlir ən birinci söhbətə. Birinci location məsələsidir. Çünki sizin üçün ora yaxşıdır. İkinci də marketinq məsələsidir. Çox qəşəng marketinq aparırlar daha əvvəlcədən və açılan kimi bir boom yaşanır. Bəli, bir şey var. Mən özüm işləyirəm. Deməli gəlir, belə baş ağrımız olsun. Sahibkar gəlib mənə deyir ki, mən restoran açmaq istəyirəm. Yaxşı işsən. Belə şeylər istəyirəm. Deyirəm ki, bəs şeydə biz buranı kim idarə edəcək? Deyir, mən bura nəyə gəlmişəm?
Deyirəm ki, yox, deyir onun sənin dəxli yoxdur. Belə də belə yaxşı mənada şey ki, onun sənin nütə. Deyirəm elə promoy mənli idi də. Çünki mən bilməliyəm də kim idarə edəcək. Ümumiyyətlə aşpaz var burada. Deyir yox, hələ obyekt yoxdur. Deyirəm birinci bir dənə aşpazı seç. Konsultasiyalı da. Demirəm ki, o aşpazı götür işə. Konsultasiyalı mən birinci bilim mətbəx nə boyda olmalıdır. Çünki obyekti adam sahibkardır, hər kvadratına pul verir. 3000-dən, 5000-dən, 50.000-dən, 100.000-dən məsəl üçün alırsa da. Yəni 100 kvadrat obyektin adam sayına görə mətbəx olmalıdır orada. Oradan gələn məsəl üçün deyirəm neçə nəfər əyləşdirəcəksən? Maksimum çox. Deyirəm maksimum çox odur ki, 10 kvadrat kuxnya 90 kvadrat oturacaq. Yəni bu odur. O da düzgün gəlmir. 90 kvadrat oturacağa, yəni xidmət edən mətbəx o boyda olmamalıdır. Adam məsələn 100 nəfər raşota atıram da 40 kvadrat məsəl üçün 35 kvadrat məsəl üçün də belə bir mətbəx olmalıdır orada. Yəni onun da qaydaları var da, onların hamı tənzimlənir. Bəli, bu aktanın qaydaları var. Akta bəli, əlbəttə ki. Ümumiyyətlə aktanın 200 dənə maddəsi var. Hə, mən siniflə gedirəm ora ki, məsəl üçün hətta orada momentlər var da, çünki bilirsən mən ümumiyyətcə orada sahibkarı yox, o obyekti işlədən adam olacaq, kim ki işlədəcək, administrasiyasını görür. O adamı istəyirəm, o adamda heç vaxt olmur. Təəssüf ki, yəni sahibkarlar başa düşmür ki, qardaş, sən investorsan, sən yəni biznes sahibisən, sənin üçün önəmli olan şey bu biznes pul gətirəcəyimi, gətirməyəcəyimi məsələsidir. Amma sən, məsəl üçün, bu işin mütəxəssisi deyilsən axı. Və bu biznesdə iş gətirsin deyə sən mütəxəssislə iş görməlisən. Birinci onunla danışmalısan. Demək istəyirəm ki, deyirəm bax orada personal var da, düzdür? Deyək ki, bax mən ayırıram ora ki, personallara əyinini geyinib soyunma otağı məsəl üçün də belə bir şey, məsəl üçün. Bəli. Deyib ya qoy mətbəxə. Deyirəm mətbəxdə o deyil, məsəl üçün. Mətbəx o yer deyil. O ki, sanoz elə qonşu olaraq verə bilər. Akta da onu deyirdi ki, gəl elə orada dəyişsinlər əyinin. Akta icazə verir? Yox da, yəni şeydə istehzana. Hə, yox. Deyirsən ona, deyir məsəl üçün ümumiyyətcə də o momentlər var. Deyirəm ümumiyyətcə burada personal xoşbəxt olmalıdır ki, sənin işin getsin ha. Yes. Bu onu fikirləşmir. Deyirəm oradakı çox cüzi bir şey var ha. Burada şeydə dəmir o şeylər dəzgahda bir nəfər işləyir. Məsələn, pizzamen işləyir orada. Arxasından 80 sm yer saxlamalısan ki, 60 sm yer keçsin də orada. Orada üzürsəm şeydir, çox üzr istəyirəm. Sadəcə texniki bir şeydir. Pizzamenlər dəmirdə yox, mərmərin üstündə işləyirlər. Mərmərin üstündə daha doğrusu. Hə, bu dəzgah dedim orada şeydə. Hə, dəzgahın üstündə işləyir. Onun arxasından keçməyə yer yoxdur, başa düşdün? Bu ofisiant yoruldu orada, getdi fıranda o bir tərəfdən gəldi. Düzdür? Sən bunları fikirləş. Mən o bütün ergonomikasının, funksionallığını, hər bir şeyin fikirləşirəm. Sənin qabağıma qoyuram. Okay, mən ola bilər biraz peribahişi ruslar demiş eləyə bilərəm. Sən orada həmin o kim ki administrativ işləri görən adam gəlib məndə orada nöqsanı. Məsələn, otel işi görür. Otel işində mən orada onsuz heç nə eləyə bilmərəm. Yəni ki, o mənim bütün texniki otaqları saymalıdır. Nə olacaq? Mən ona uyğun yerləşmə planı verməliyəm. Bəli. Restoranda da mən restoran bilmirəm axı. Bir dəfə hospital işləyirik. Vermişəm məsələn. Adamam da mən də hələ həm də öyrənən vaxtımdır. Nə qədər maraqlansam da bir xırda səhvdir, böyük səhvdir. Metro otağın qonşu tərəfi şeydir. Resepsiyon. Deyir qız göyərəcək avatar olacaq. Yəni bu otaq yaxın olma, bu otaq ən uzaq olmalı. Ən küncə qoyulur. Şu ayədə, hə, məsələn. Bəli, xırda səhv dediyimiz. Öldü. Biz də avtokadda elədik, qız göyərdi də orada. Yəni bu şeylər var. Bunları işlədən adam olmalıdır orada ki, sənə onu eləsin. Yox, insan tələfatı. Sahibkar gəlir qardaşım, hər kvadratından mənə pul ver. Hər kvadratın pul qazandırsın da. Realist yanaşma. Aydındır, başa düşdük. Realist yanaşma deyil. Təəssüf ki, baxın bu dediyimiz kimi, bu kimi şeylər var. Olub, olacaq da. Stolları yaxın qoy, adam çox otur. Deyirəm yaxın qoyanda buradan qaçacaq, oturmayacaq. Başa düşdün? Stollar yaxın olanda onun səs-küyü məni narahat edib qaçacaq. Yəni o şeylər həmişə olacaq. Tərlan ürəyi doldu. Bir nəfəsə. Çox sağ olun İlqar bəy. Çox xoş söhbət oldu. Mənim üçün çox xoş oldu. Belə inanıram ki, biz bir qonaq kimi belə deyək də, restoranlarda bir qonaq kimi nəsə öyrənə bildik. Görüşmək ümidi ilə təşəkkürlər. Çox sağ olun. O maksimum texniki əslində momentlərə toxunmadıq, necə deyirlər, daha çox belə ümumi danışdıq. Yəni ümid edirəm ki, ümumiyyətlə bu danışdığımız şeylər həm idarəçilik üçün, həm personal üçün, həm qonaqlar üçün kimisi üçün nəsə faydalı olar. Bəli. Hamıda fikirlərini bildirsin, necə deyirlər. Bəli. Görək necə olur. Yaxşı olar. Sağ olun, çox sağ olun. Təşəkkür.